Çin avtomobillərinin qiymətində enmə var. Digər avtomobillərin qiymətində enmə yoxdur. Yoxdur. Deyirəm ki, rastlamoş gəlməsən bunu. Yəni sənin maşının qiymətini Çin maşını olmur, nə bilim, Sovet maşını olur. Nə olur olsun. Nə olur olsun Zil, gətirsin. kras, hamısını. Nə olur olsun gətirsin satıram. Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Avtotəmir live efirindən hər birinizi salamlayırıq və bu gün avtomobil alğı-satqısı üzərinə iki peşəkar dostumuzu efirə dəvət etmişik. Onları istərdim ki, elə vaxt itirmədən sizə təqdim edək və ümumiyyətlə avtomobil bazarındakı durumla bağlı, avtomobil alğı-satqısı ilə bağlı kimisə bir çətinliyi ola bilər, sualları bizə yönləndirə bilərsiniz və bir çox məsələlərə toxunacağıq. Amma avtomobil alğı-satqı və barter üzərindən söhbətlər gedəcək ki, elə mən istədim ki, sizə qonaqlarımızı təqdim edim. Procars avtosalonundan hal-hazırda Özal bəy burdadır, Özal dostumuz. Özal, xoş gəlmisən, salamlayırıq səni. Çox sağ olun Nur bəy. Mən də izləyicilərimizi salamlayıram. Gününüz uğurlu olsun inşallah. Ramazan ayıdır. Bütün oruclar qəbul olsun. Amin. Dualar qəbul olsun inşallah. Biz də çalışaq ki, bir maraqlı məlumatlar verək izləyicilərimizə, maraqlı bir efirimiz alınsın. Və dəyərli dostlar, Azərbaycanda məndə belə bir məlumat var ki, ilk avtomobil alğı-satqısı üzərinə səhifədir. Sayt demirəm, amma səhifə üzərinə. Avtomobil elanları səhifəsindən söhbət gedir. 2012-ci ildə fəaliyyətə başlayıb ki, bu səhifənin admini Sərxan dostumuz burdadır. Sərxan, xoş gəlmisən. Mən də dəvətinizə görə minnətdaram sizə. İnşallah ki, bu bir saat ərzində bildiklərimizi, əlimizdən gələn köməkliyi izləyicilərimizdən əsirgəmərik. Yəni, bildiyimiz nə köməkliyi varsa, sevə-sevə o köməkliyi sizə göstərərik. İndi hər birinizin özünüzə məxsus bir dəstək xəttiniz var da. Bax, Özal avtosalonda çalışır. Avtosalon xətti ilə avtomobil satır. İndi sizin satış yolunuz, bir dəstək xəttiniz fərqlidir. Sərxanda isə daha çox, Sərxan düzdür, mən bunu deyəndə deyir ki, yox, məndə əlim yandı qiymət deyir ki, bazar qiymətinə satıram avtomobili. Amma çox vaxt deyirlər, Sərxanın satışına görə əlim yandı qiymətlər avtomobil satır. İndi bir fərqlidir də, istər-istəməz hər ikinizin tutduğunuz yol, amma qiymətlər istəsəməz sizdə fərqlənir. İkimizin də dəstək xəttimiz, yəni belə deyək, bu avtomobil sahəsində pul qazanmaqdır. Aha. Yəni nə qədər duraq deyək ki, elə deyil, filan da 5000 kəsdir. Bu sahəni seçən adam, yəni fikri, niyyəti, istəyi pul qazanmaqdır ki, əlbəttə. Yəni indi hərəmiz bir yolla, hərəmiz özümüzə uyğun belə deyək də seçim edərək o seçim əsasında, yəni belə deyək də qazanc əldə edirik. Az, çox fərqi yoxdur. Əsas odur ki, işimiz gedir, işimiz davam edir. Bizdə bir dostumuz var, deyir, qazan qaynasın. Mayasda satır, deyir, qazan qaynasın. Yəni əmək kimi. Amma yəni məlum məsələdir. Bizdə də ucuz qiyməti olur maşına. Elə qiymət olur ki, məsələn deyim də, bazar qiymətinə də uyğun satılır. Bazarın zəif olmamağından yararlanıb hətta belə deyək, avtomobillərin satışında köməklik göstərə bilirik ki, məsəl üçün bu adam bazara gedir, sata bilmir, saytlarda yerləşir, sata bilmir, axırda gəlir bizə müraciət edir. Bizdə iş necədir də, fərqimiz nədir? Məsəl üçün, hansısa bir salona müraciət edəndə və yaxud da bazarda hansısa bir alğı-satqı işini görən şəxsə müraciət edəndə o adam bunu maşını alırdısa, biz amma bu satışı birbaşa olaraq sosial şəbəkə üzərindən müştərilərə təqdim edirik. Məsəl üçün, belə deyək də, biz vaxtı ikən də bu sistem çıxmamışdan əvvəl də bazardan maşın alanda bu qiymətlərlə alırdıq. Yəni, bizdə satışa çıxan qiymətlərlə alınırdı. Yəni, alıb satmaq istəyən şəxs bu qiymətlə bazardan maşın alırdı. Amma hal-hazırda o qiymətlə biz paylaşanda bir çoxlarına qəribə gəlir ki, filan maşın filan qiyməti ola bilər. Biliniz, artıq şübhə yaranır ki, görən bu niyə belə bu qiymətdir. Amma faktiki illərlə də bu qiymətlə işlənilir. Belə bir fikir də yaranır da, deyirlər ki, bəzən kimsə gedir salonda avtomobil görəndə deyir ki, sən nə danışırsan, filan səhifə var, orada elə ucuz qiymətə paylaşıb ki, avtomobili, yəni siz baha qoymusunuz da, yəni sizin qoyduğunuz qiymətlər əslində təsir eləyir də bazara. Bildim, biz necədir? Əlbəttə ki, təsirini göstərir, o heç. Amma belə bir reallıq var da, məsəl üçün müştəri gəlir, bu avtomobildir, bu istifadə olunmuş avtomobildir, bizə müraciət edən müştəri şəxsi avtomobilini bizə təqdim edir, düzdür? Məlum məsələdə bunda hər hansı bir nasazlıq ola bilər, kosmetik olaraq və yaxud da ki, təkərləri zəif ola bilər, salonun ximçiskə ehtiyacı ola bilər. Yəni bu əsasən hansı maşın gəlirsə, açıram baxıram içində ki, salonun ximçiskə ehtiyacı var, ən azı. Düzdür? Alıb alğı-satqı işini görən şəxsə gəlib elə avtomobilləri əldə eləyir.
alır, gedir o xırdapara xərcləri aradan qaldırır, müştəriyə ideal vəziyyətdə avtomobili təqdim edir. Tam ideal vəziyyətdə. Artıq Yəni bunu salon belə eləyir də. salon olmasın, alıb satan olsun. Lap bazarda alıb satır, Qafiyə bazarda açı var. satır. Bazarda satır. Bu adam yenə də Ev tapşırığı, birinci ev tapşırığı bazarda yəni. da gedir həmən işi görür. Mən özüm də yeri gəlsə həmən işi görürəm. Mən özüm də öz maşınımı satışa təqdim eləyəndə xırda nöqtəsinə qədər hazırlayıram. Müştəri gəlib onun qapısını açanda mənə deyə bilmir ki, filan məsəl üçün buna görə bu maşından bu qiyməti keç. Bildin necə? Bəli. Gəlir açıq Hazır görür vəziyyətə ki, gətirsən, hazır sonra vəziyyətdə satırsan. görür də polirovkası yerində, təkərləri yaxşı, nə bilim motorudur, karovkasıdır. Deyir ki, da razılaşıb maşını əldə eləyir. Hə, öz maşınını satanda, amma kimsə sənə müraciət Bizdən alan, edəndə, hə, indi kimsə müraciət eləyir, o maşını birbaşa olaraq yanımıza gələn heç maşını yuduzdurub gətirmirik belə götürəndə. İnansız maşın gəlir ki, heç maşın yuyulmayıb. Məcbur onu yumağa göndərir ki, sonra maşın yuyulsun, normal viddə, normal görünüşdə bir müştəriyə maşın təqdim edir. Ona görə yuyulur, hə, ondan sonra satışa çıxarılır. İndi gələn əsasən belə deyək də, alıcılarımızın çox hissəsini alıb satan şəxslər təşkil edir. Biz bunu inkar etməyək. sizdən alırlar, aparıb baha qiyməti satırlar da. Əlbəttə ki, hə, o qədər olub ki, yəni 6000 xeyir tutan olub, 3000, 5000 nə qazanıbsa o da bazarıdır o heç. Ümumiyyətlə Sərxan sözünü kəsirəm, üzr Say abi. Sərxan uzun illərdir bundan qabaq da Bəli. maşın alveri ilə, maşın ticarəti ilə məşğul olub. Bəli. Sərxanın timsalında da bugünkü gün istər TikTokda, istər Instagramda, istər digər sosial platformalarda, səhifələrdə bu əlimyanda adı ilə olan səhifələrin 90%-i köhnə alverçilərdir. Hamısı köhnə alverçilərdir. Mən bunun haqqında biz bir dəfə radioda da səhv eləmirəmsə söhbətimiz olmuşdu. Burada məsələ nədir? İnsanlar zamanın, belə deyək, nəbzini tutublar. Bu günləri avtosalonlar, bir avtosalon, necə deyək, bir işlədən bir şəxs kimi deyə bilərəm ki, biz çox böyük əziyyət çəkirik. Nə mənada? Biz müştərilərin nazı ilə oynamaq məcburiyyətindəyik. Bəli. Sözün yaxşı mənasında. Bəli. Amma ki, Bizə amma əlim yandılarda, məsəl üçün, vəziyyət necədir? İndi demirəm, məsəl üçün orada 90% avtomobillər yaman gündədir. O düzgün bir şey olmaz da. Sadəcə olaraq qardaş, bax gəl mən bunu bizə praktik cəhətdən izah edim. Nə görmüsən sən onu denəndə yəni, təcrübəndə nə yaşamısan? Məsəl üçün deyirəm, normalda, realda 20 minə satılası avtomobili məndə 15 min alıram. Sərxan da 15 min alır. Mən sadəcə olaraq həmin o 20 minə satılası avtomobili alıb, onun üzərinə bir 2000, 2500 pul qoyuram. Təkərlər zəifdirsə dəyişirsən, polirovka elətdirirsən, ximçisk elətdirirsən, yağın dəyişirsən. Kraska ehtiyacı varsa kraska. Burada bir məqam var, üzr istəyirəm, sözü kəsirəm. Bayaq radioda elə günorta efirimizdə Sərxan belə bir söhbət deyib qeyd elədi ki, sən görmüsən alqı-satqı edən şəxs avtomobilin yağını dəyişib satırdı. Yağını dəyişib. Mütləq şəkildə. Bizim Nadir salonda Allah. yağı dəyişilməmiş. Mən alver elədim. Mən görməmişəm. Mən 2012-11-dən alver eləyirəm. Yəni belə deyim də. Yəni tanıdığım ətrafımda ya nə kimsə, mən heç nadir hallarda eşidərəm ki, kimsə gəlib yağ dəyişən. Yox, indi məsələ bilirsiniz, bax, burada deyir o qurunun ondan yaşlanmağı məsələsi var. Biz də təcrübə olaraq işlədiyimiz dövr ərzində artıq 10 ildir də. Burada da səbəb bəlkə də bilsən nə ola bilər Sərxan? Biz ilk öncə başlamışıq Amerika bazarı ilə, Elnur. Amerika bazarından da gələn avtomobillərin müəyyən zədələrindən gəlirdi deyə. Mütləq şəkildə belə deyək də müəyyən sazlama işləri keçirildi. 3 ay 4 ay maşın sürülmürdü, məcbur yağ dəyişmək. O sazlama işləri keçdiyinə görə də biz praktik olaraq onu öyrəşmişik ki, maşını alaq birinci yağını dəyişək. Praktik olaraq. Sözümün canı əslində başqa şeydir. Yəni 15 minə, 20 minə satılası avtomobili mən də 15 minə alıram. Hər hansı bir əlim yandı da və yaxud da Sərxanın özü də. Sərxan baxır, çıxardır onu, bilir ki, bu 20 minə satılası maşındır. 17.900 manata paylaşır. Kimsə gəlir ona 17.000, bazar qiymətindən 3.000 ucuzuna və o Sərxana deyə bilməz ki, bunun kapotunda dızıq var. Bunun arxa 2 dənə təkəri zəifdir. Bunu niyə ximçisk elətdirməmsən? Bunu niyə yağını dəyişməmsən? O sözü həmin müştəri avtomobili bazar dəyərindən 3000 ucuzuna alan müştəri Sərxana o sualı verə bilməz. Sərxan da deyir ki, Sərxanın cavabı var da avtomatik. Sərxan da deyir ki, qardaş, maşın budur. İstəsən də budur, istəməsən də budur. Adam da baxır ki, hə, qoy aparım da bunu. 1000 manat özüm xərc edirəm, əmələ gətirərəm, sürərəm. Amma 1000 manata əmələ gəlmir də, başa düşürsən məsələ nədir? Və biz də həmin avtomobili yenə deyirəm, qardaş, mən də onu alıram 15 minə. Amma mən avtomobilə 2500 manat pul qoyuram,
Ay yarım ustada qalır. Bir ustaya bir dənə buferi 5 dəfə sökdürürəm, yığdırıram. Həm pulum gedir, həm rəsməsin əsəblərim gedir və mən sonucda o avtomobili gətirib 19900 manata salonda qoyanda gəlib mikroskopla onun üstündə cızıq axtarırlar. Fərqi yoxdur ilindən, motorundan. 2000 belə deyək, 9-un maşını adam mənə deyir ki, aparaq BMW servisdə yoxlatdıraq. 2011-in Hyundai mənə deyir aparaq Hyundai servisdə. Bizdəkini də elə yoxlayırlar. Bizdə də yoxlayırlar. Yoxlamamış Yəni almırlar məsələ ki. nədir qardaş? Burada əslində eyni işi fərqli aspektlərdə görürük. Bəli. Sadəcə olaraq belə deyək də, yəni bizdə avtosalon məsələsində məsuliyyət daha çoxdur. Nəyə görə çoxdur? Yəni bu adam bu avtomobili belə deyək də normal bazar dəyərini alır və güvənib etibar eləyir ki, hə, vəsə, mən getdim, tutaq ki, Prokarsdan və yaxud da digər hansı bir avtosalondan maşın aldım. Bunun qasası yeri yoxdur. Sabahları istənilən bir problem olduğu təqdirdə gedəcəm, fikrimi deyəcəm, belə deyək, ortada olan problemi aradan qaldıracaqlar, ən azından köməklik göstərəcəklər. Sərxancilin ticarətində, ümumiyyətlə əlimyanlı bazarının ticarətində isə bu məsələ belə deyil. Adam görür, alır. Alırsansa alırsan, almırsansa O məsəl üçün düz həqiqət var sözündə. Amma bizdə necədir də? Açıq aydın var, rahat şəkildə şükür Allaha da bizə müraciət edən müştərilər illərlə tanıyan adamlardır ki, gəlirlər. İllərlə tanıyıb gələn adamlardır ki, yəni məsəl üçün dünən müştəri gəlib ki, yaxınları 3-4 dənə maşın bizdən alıb, bu adam gəlib 5-ci maşını əldə etmək istəyir. Yəni bax belə deyil. Handa bir servislərdəki, məsəl üçün güclü reklamı gedənlər ki, 200 manada, 300 manada maşın yoxlayırlar. Biz heç bir onlardan çəkinəcəyimiz yoxdur. Hər yerə gedirik, maşını yoxlatdırırıq, amma şərtimiz necədir bizdə? Aha. Biz maşını aparırıq. Məsələn, müştəridir ki, sabah gəlirəm bunu yoxlamağa. Bəli. Deyirəm, problem deyil, gedək, amma beh ver. Deyirəm, behi götürmürəm. Behi bir halda götürürəm ki, mən aparıram maşını öz ustama, mənim ustam maşına baxır. Maşının nasazlıqlarını deyir. Tutalım 300-400 manat nasazlıq çıxır maşında, düzdür? Bu adam bu nasazlıqları qəbul eləyirsə, çıxardır mənə beh verir. Səhər açılır, sabah da gedirik bunun ustasının yanına. eyni şeylər olursa. ASO. Eyni şeylər olursa, qutardı maşın alındı. Yox, əgər digər problemlər çıxarsa, digər problemlər çıxandan sonra artıq sövdələşməmiz pozula da bilər və yaxud da ki, razılıq əldə oluna bilər. Amma yəni faktiki belə deyək ki, heç elə olub ki, heç ustaya getməyə ehtiyac olmayıb. Yerində baxıb biz özümüz şükür Allah indi maşın içindəyik də, maşına baxıb deyirik, mühərriyi nə yerdədir, sürürük, korobkası, peredok, xadavoy sistemi hamısını deyirik. Deyirik qardaş, bax gördüm maşının bu xərcləri var. Sabah ustaya gedəndə maşının buradan zədəsi var. Aşmış maşında aşmış maşını paylaşmışam. Maşın idi, qabaqdan zədəsi vardı, paduşkaları atmışdı. Maşın paduşkaları atmışdı, şitin üzərinə üzdüyü qoymuşdular, yapışdırmamışlar, qoymuşdular. Bu adam aparıb başqa belə deyək də, təcili satılan yerlərdə paylaşıb bir həftə 10 gün maşın orada qalmışdı, maşın satılmamışdı. Gəldi bizə müraciət elədi. Maşın bir günə satıldı. Səbəb nədir? Maşını çəkəndə göstərmişdim. Qəza şəklində göstərmişdim. Maşın kapotdan zədə alıb. Maşının ön hissəsidir, bakavinidir, lanjronlardır. Bunları zədə görməyib. Şəkilli videoya qədər göstərdim ki, salamat sadəcə o şitin paduşka satıb. Maşın bir gün qalmadı orada. Həmən günü satıldı. Müştəri gəldi ki, satan, nə yaxşı belə tez satıldı. Dedim çünki bunu bildirmək lazımdır. Mən bunu bildirən Qiyməti də aşağı demişdin də yəqin, hə? O məlum məsələdir. Mən bu maşını aşmış maşın satanda, Bəli. müştəriyə çəkilişdə bildirəm ki, qardaş, bu maşın aşıb, Bəli. damında zədəsi var. Dam şpaklyovkadır. Aha. Artıq mənə telefonuma həmən maşına zəng gələndə, mən bilirəm ki, o maşını satmışam artıq. Müştəri gələndə yanıma bilirəm ki, satmışam. Yəni o gəlib deməyəcək ki, mənə ki, bunun damında stoykası işlənib, bunun damında filan 5000 kəs. Yəni damı işlənmiş maşın olub ki, 3 səfər satmışam. Məndən alıb müştəri 5 ay keçib sürüb, 5 ay, 6 ay sürüb, gətirib ki, bax qardaş satmaq istəyirəm. Təzədən yenə. Əlbəttə ki, satmışam. Yəni niyə? Çünki bunu sən bildirirsən. Bildirdiyin halda heç bir şəxs gəlib sənə deyənməz ki, qardaş, sən məni aldatmısan. Yəni biz də məsuliyyət daşıyırıq. Sabah mənə də belə çıxmasın. Məndən maşın alan hələ mən rastlaşıram da TikTok platformasında qabağıma çıxır ki, maşınlar paylaşırlar. Filan yerdən almışıq, belə olub 5000 gün. Şükür Allah bizim adımızda hələ bir ləkə olmayıb ki, məsələn bizdən bildirsinlər ki, belə. Çünki niyə? Çünki maşını yoxlatdırıb verirəm. Müştəri də gəlir gecə, başım çıxmır filan 5000 kəs. Deyirəm qardaş, get sabah gələrsən. Dünən müştəri gəlib, BMW qoymuşuq. 2 dənə fərqli müştərilər gəliblər. Maşına baxırlar, biri oradan baxır, biri burasına baxır, xırda. Üçüncü şəxs gəldi, alıb satan idi. Bəli. Belə aralıdan bir dənə belə fırlandı maşın başını, dedi ki, bunlar alır ya yox, dedim elə baxırlar. Aha. Dedim maşını çıxart qırağı, maşın mənimdir. Ondan qabaq bir Niva olmuşdu bizdə. 2015-in Nivasını 6900-ə qoymuşdum. Nivanın sahibi zəng elədi mənə ki, dedi bu yalandan video çəkilib, əvvəlki sahibi.
Satan gəldi ki, qardaş, bir ay bundan qabaq almışam, 11 min neçə, bu günə mənə pul lazımdır, təcil. Sata bilərsən, dedim, gətir satım. Elə belə oturmuşduq, elə gətirdi 6900-ə qoyduq. 2 nəfər gəldi, elə onlar da elə bunun kimi. Baxırdılar. 6900-ə niyə həyatda satmır onu? Mən başa düşmürəm. Qardaş, sata bilsəydi satardı da. Oradan elə bir yerə vurdum ki, pulu götürdü əlinə, mənə dedi ki, boltu vur günən, elə bir yerə vurdu ki, mən başa düşdüm ki, həqiqətən də bu adam təcili ehtiyacı varmış, bildin necə? Yəni konumu vurduq, çıxdı getdi işini görməyə. Zəng elədi ki, qardaş, bunu yalandan çəkmisiniz, yoxsa doğrudan? Dedim, doğrudan çəkilib. Nə olub ki? Dedim, mən bu bir ay deyil ki, bunu 11 minə satmışam bu adama. Dedim, qardaş, pul lazım idi, gəldi, verdi, çıxdı getdi. Yəni bu hallar təbii ki, o hallar mütləq şəkildə olur və belə deyək də, Sərxanıma istisnalar deyir, qaydaları pozmur da. 90% əlim yandılarda, necə deyim, çox problem yaşanır olur da. Yaxşı maşınları zaten alverçilər alır. İndi mən sənə bir dənə söz deyim də. Yaxşı maşınları olsa alverçilər. Və məsəl üçün məndə salona gəlsən sən, orada görənmərsən ki, alverçi oturub orada maşın güdür. Sən saxlamısan onun üçün ayrımsan, yəni ki, gəl burada maşın var. Yox. Məsəl üçün bax belə deyək də, sən dediyin kimi alverçi alır, düzdür? O halları mən bilirəm. O şikayətləri də görürəm ki, yaxşını özləri alır. Amma mənim salonumda kimsə gəlib maşın alanda gəlib görə bilməz ki, orada alverçi oturub qıraqda bir divanda oturub məsəl üçün 5-6 nəfər oturub orada yaxşı maşın güdür ki, hə bu maşın yaxşı deyil, yox bizlik deyil, bunu çıxart ki, satışa. Bildin necə? Bu hallar olur da indi açıq. Bəli, düzdür? Alverçi dostlarım olub hətta ki, gəlim ki, bəs şərait edirəm qardaş, incimə. Sən yenə də məndən maşın alsan, videodan görüb alacaqsan, qutardı getdi. Bəli. Mən məsələn aşağıda maşın gördüm, deməyə almışam. O maşının videosunu paylaşmışdım. Sahibi gəldi götürüm ki, bəs satılmadı filan. Razılaşdım, o maşını özüm aldım. Ondan sonra mənə zəng edirlər ki, fikirləşirək ki, yəqin yaxşı maşını da öz alıb. Yaxşı maşını da öz alıb. Gedim, dedim qardaş satmıram, artıq almışam. Orxan bəy salamlayır bizi, sağ olsun. Yazır ki, axşamınız xeyirli olsun, hər vaxtınız xeyir. Qonaqlar da xoş gəliblər, çox sağ olun. 15 minə məsləhətli maşın hansıdır? Mühərrik deməli və ailə maşını olsun deyə yazır göndər bizə. 15 minə nə ala bilər? Elantra. Hər şey ala bilər, belə götürən. Elantra. Gözəl seçim. Sərxan Elantra deyir, amma mənə görə yaxşı Elantra 15 min olmaz. Neçə yox ki? olur. Yox, sənə düşür də yəqin 15 minə. Mən oyunla satdıq Elantra. Aha. Maşın Amerikadan gəldiyi zədə ilə idi. Olar. Maşına bu adam 1 manat pul qoymuyor. Elə həmən zədə ilə gətirdi. Həmən zədə ilə də sürür. 17-ci ilin Elantrası 13600-ə satdı. Hə, gördüm o Elantra, qara Elantra. Heç bir maşın detallar beskraska idi təsəvvür. Amma Sərxanın motor məsələ 1.4 idi. 1.4-ü bildim. 1.4 yenə də bu gəlib 16 minə. Hesabladıq 16 min oturur. Təbii ki, oturmur bura. Düzdür. Bir də Equinox indi kruzu minimum kruzu vursan 14 minə gəlir çıxır üstünə. 1000 dollar udursan da bu maşını buldub 2800 dollara. Düz. Doluya düşməklə. Maşın 16 minə Azərbaycana ayağını qoyub. 3000 aşağısına verib də bu. Neynəsin də bunun aşağı? Yox, əlbəttə şimdi o hallar da olur. Təbii ki, o hallar olur. Bəs yaxşı. İndi bir məsələ bax, indi xarici bazar dedin də. Xarici bazardan avtomobil vurub gətirib satmaq. Yəni bunun üzərindən bəzən belə danışıqlar gedirdi. İndi artıq sərfəli deyil. Kim xaricdən avtomobil gətirsə satanda qazanc qazanmır. İndi bunun qazancı varmı yoxsa yoxdur? Mən də məsələn Özalgildə avtomobil gətirir. Özalın özünə sual verəcəm. Yəni xarici bazarda indi özümüz də rastlaşırıq internetdə. Məsəl üçün mən baxıram. Bayaqlarda onu radioda dedim ki, məsəl üçün müştəriyə sifariş ediblər Equinox. Bugünkü gün bilirik ki, bazarda Equinox üstünlüyü təşkil edir, satışı yaxşıdır. Bəli. Müştəriyə 2800 dollara Equinox udublar, bu 3800 dollara Equinox udublar. Bunu da paylaşıblar. Bu maşın gəlir 18-19 min Azərbaycana oturur. Düzdür? Hələ zədəsi ilə. Hayır. Bu müştəri psixoloji olaraq fikirləşir ki, mən bunu 3800 dollara utdum. Hə. Nə bilim yol pulusu filan əsas onu fikirləşir. Gömrük rüsumları fikrinə psixoloji olaraq sonradan yeriyir. Bildin necə? Bu adam özü o elə bir şeydir ki, oturursan oynamağa elə bir rəqabət gedir. Hə, rəqabət gedir. Deyirsən vur. O da deyir ki, vurum. Bax vurdu ya, nə bilim, gürcü vurdu vurum. Hə, deyirsən vur. Hə, bir də baxsan ki, 3800-ə maşın. Amma məndə elə deyil. Mən məsələn minimal zədə nədir bu ferzədə? Bayaqlar göstərdiyim maşınlar. Aha. Minimal bu ferzədəsidir. Yəni sözümün canı nədir? Amerikadan da maşın vursan belə mənə elə gəlir ki, belə deyək də dırnaqarası alverçi deyirik də, düzdür? Yaxşı alverçi, maşından anlayışı olan adamla bu işi görmək lazımdır. Çünki bu adam bilir ki, bu maşın neçəyə gəlib bura oturacaq, hansı zədə ilə, bu ferzədəsidir, eybi yoxdur, bir 200-300 manat ona gedəcək. Lap 500 manat xərcləyəcəksən, gəlib üstə oturacaq, bazardan aşağı sənə də sərfəlidir. Rəngini də fikirləşir bu sənə, çünki metalikdir, məsəl üçün biraz çətin satılacaq. Hə, ona da sənə köməkliyi göstərə bilir necə. Bir də var ki, mən gedim internetdə öyrənim bu belə deyək də oynamaq qaydasını, amma maşından anlayışım yoxdur. Ümumiyyətlə Elnur bəy, bax burada bir məsələ var ki, 2015-dən 16-da demək olar ki, yavaş-yavaş
başladıq Amerikadan avtomobillər gətirməyə. Bəli. O dövrdən əvvəl ölkədə demək olar ki, çox az adam bilirdi ki, yəni okeanın o biri tayından avtomobil gətirmək olur və yaxud da Koreyadan avtomobil gətirmək olur və qeyd edim ki, böyük bir Amerika təcrübəmiz var bizim, həm şəxsən mənim, həm avtosalonu olaraq və biz bugünkü gün hansı ki dövründə bütün respublikanın sürdüyü və Tefal adlandırdığı kruz ki var, o kruzu ən çox ölkəyə gətirənlərdən olmuşuq. Daha sonra Malibu, Fusion. Gətirib bizi işə salmısınız da, hə? Yox, əslində Bugünkü gün kruza müştərilər var. Mən 8 il bundan qabaq satdığım kruz müştərisinə indi GL satıram, Range Rover satıram, nə bilim. Hə, narazı olsaydı sizə gəlməzdi yəni. Məsələ nədir? O dövrdə də bazarda 14500-ə, 15000 olan kruzu qardaş, mən satırdım 17500-ə. Açarı verirdim adama, deyirdim ki, get Chevrolet servisdə yoxlatdır, nə problem olsa mənimdir. Və qeyd edeyim ki, məsələn, söhbət kruzdan açılıb deyə deyirəm bunu. Həmin dövrdə kruzun kapotunun altında 2000 manat pul var idi. Hansı ki, çox vaxt alverçilər bunu ya Gürcüstanda, ya Azərbaycanda, elə öz ölkəmizdə onun orijinal zapçaslarını söküb, ehtiyat hissələrini söküb satırdılar. Yerinə Tayvanı 2 tay qoyurdular. Maşının maya dəyəri düşürdü aşağı və həmin o Tayvan ehtiyat hissələri ilə sürülən kruz 15-20 gündən artıq sürülə bilməz. Qaynadırdı ondan sonra. Əslində bunu bizim alverçilər eləyiblər yəni. Gürcüstandan gələn də 90% belə deyək, tırda sürə akkumulyator dəyişirlər. Hamısı elə olurdu. Sözümün canı başqa şeydir əslində. Belə deyim, o dövr üçün yenə qeyd edirəm, biz hardasa bir 5 ilə yaxın əsasən Amerika bazarı və az da Koreya bazarı ilə məşğul olmuşuq. Hansı ki, o dövrdə demək olar ki, daxili bazardan ümumiyyətlə avtomobil almırdıq. Salonda məsələn, müştəri girirdi, kruz axtarırsa 25 dənə kruz var, 30 dənə kruz var, 15 dənə Malibu var, nə bilim 15 dənə Fusion var. Mütləq şəkildə bir seçim eləyib, təbii ki, yola salırdıq, ticarətimiz davam eləyirdi. Amma son illərdə, məsələn, artıq hətta heç mən belə deyim də, Çin avtomobillərinin bazara girişindən qabaqçı dövrü deyirəm ki, biz gördük ki, artıq Amerikadan müəyyən avtomobil, məsələn, Amerikadan lap son illərdə belə 10 ilin qərarı çıxmamışdan qabaq belə Elantra gətirib satmaq sərf eləmirdi. İndi də sərf qardaş, Elantra məsəl üçün də 2015-in Polnu full komplektasiya Elantrasını vururdun, gəlirdi paşdı 20 min manata bura çıxırdı. 20 minə burada da var da bunu. Müştəri mən burada nə satım, nə qazanım. Bax məsələ bu. Gördün gəldi mənə çıxdı. Kruzdur, Elantradır, Fusiondur, filan, bəsməkan, o bu və yaxud da bu günləri duraq Amerikadan düzdür, o il fərqinə görə indi vura bilmirik. F10, F30 vuraq. F10, F30 burada olub bu dəqiqə kruz qiymətinə. Aha. Düzdür. Söhbət yaxşı maşından getmir. Yaxşı maşın, yaxşı F10, yaxşı F30 yenə də öz dəyərindədir, öz qiymətindədir. Amma məsələ bilsən nədir? 2019-da 20 min dollara olan F10, qardaş, indi 20 min dollar deyildi, indi 25 min manatdır, 26 min manatdır, maksimumdan danışıram. 23 min dollar olanı indi 30 min manatdır və yaxud da F30 da həmçinin. Yəni, bu daxili bazarda baş verən həmin o qiymət oryentasiyaları bizə artıq o xaricdən avtomobil idxalında müəyyən stoplar qoydu. Və biz başladıq daxili bazarda bir araşdırmağa ki, görək, burada nə var, nə yox. Əslində, bu günləri, məsəl üçün, istər Amerika, istər Koreya, xüsusi belə deyək də, seçilmiş modellər var ki, Sərxan Biyaq qeyd elədiyi başı çıxan adam. Yəni, o başı çıxan adam isə nə deməkdir? Həm oradan alışın, gömrüyə qədər, gəlmə qiymətinə qədər, yol pulusuna qədər adam onu oturub səlis hesablaya bilməlidir. Və ondan sonra təmir xərcinə, belə deyək, təmirinə xərcənəsi pulları hesablamağı bacarmalıdır və həmin dövrdə bunun bazar qiymətini də ən azından adam analiz eləməlidir ki, bu maşın bura gəldi, çatdı, təmir olundu, qutardı, bunun qiyməti nə olacaq, mən bunu satıb burada nə qazana biləcəm, nə itirə biləcəm, ziyanmı eləyəcəm, xeyirmi eləyəcəm, yəni bu məsələlər var. Və bu günləri biz, məsəl üçün, belə deyim də, çox az, hansı ki, yenə deyirəm, illərin təcrübəsi var o Amerika aksiyonları ilə bağlı. Seçmə, xüsusi, həqiqətən də o məsəl deyir ya, aksiyondan uddum. O udduğumuz maşınları istəyir, məsəl üçün, bugün əsasən Chevrolet Equinox'lardır, olur, demirəm, F10 olur, Santa Fe olur, ili təzəlab, Ford Fusion'lar olur. Bu yaxınlarda oldu, satdıq. F30, 330'umuz var idi, Amerikadan gəlmə. Hal-hazırda yolda Evoque'umuz var, Range Rover'lər var. Yəni var bu tip avtomobillər. Amma dediyim kimi udduğumuz avtomobillər, hansı ki biz bilirik ki, bu günləri o avtomobil gəlib Azərbaycana çıxandan sonra biz orada ən pis halda ziyan eləməyəcəyik.
Və onu da tutuzdurmaq, onu da necə deyim, Başını tutmalı. mütləq şəkildə Bir sən anlayış onun olmalıdır da. boltunun da, şurupunun da, nə bilim, adicə altının qoruyucusunun, zaşitnikinin belə qiymətini bilməlisən ki, və orada belə deyək, ziyan eləməyəsən. Və həmin dövrdə belə bir şey də var. Hər yerindən duran başladı Amerikadan maşın vurmağa. Öz dostlarımızdır. İndi buradan bəlkə də görəcəklər bunu, bəlkə də görməyəcəklər. Qardaş, diş həkimi Amerikadan maşın vurur. Buradan salamlayıram Turqayı. Hə. Dövlət işçiləri var, yaxın dostlarımdır, qurumlarda işləyirlər, demirəm. Amerikadan maşın vururlar. Qəssabdan deyirəm mən ki, Qəssab Amerikadan maşın vurur. Qardaş, adam dönərxana açıb, partladır dönərxanası, qəşəngdir, Allah ruzusunu verib Koreyadan maşın gətirir. Qardaş, bu dönərxana açmısan, ayda 50 min pul qazanırsan, Allah ruzu verib də, get bir dənəsində başqa bir yerdə aç da. Gələk sən Amerikadan 4 dənə Sorentonu vurasan, gələ il yarım qala əlində, sabahlarda onu 3 min, 5 min ziyanına satasan, bazarı qoyasan yaman günə. Eşidiblər axı yaxşı pul var ona görə. Bu günləri amma nədir məsələ? Bu bir tərəfdən pis oluram o Kitay maşınlarına, bir bu tərəfdən dəqiqə də Kitay maşını həmən vəziyyətdədir. hə, bir tərəfdən pis olurdum, bir tərəfdən də belə yaxşı oluram ki, nədir məsələ? Kitay maşını ki oturdu bazara, bu Amerika bazarında olan yad belə deyə ünsürlər də, bu işə aidiyyatı olmayanlar, bu sistemin içində olmayan şəxslər və yaxud da qurum kimi fəaliyyət göstərmək istəyənlər avtomatik çəkildilər kənara. Ziyan mı elədilər, xeyir mi elədilər, bu onların öz Keçdilər Kitaya. məsələsidir. Hə, Amerika qaldı qıraqda. Bunlar hamısı elə bir ki, belə deyək də, toplu şəkildə keçdilər Kitaya. Hə. Nə oldu? Kitayda bir dövr oldu. Çin maşınları 1 il, ortalama sərxan 1 il olar da, bum dövrü oldu ki, Bazarı satıldı, vurdu. bazarı vurdu. İndi tam əksidir. Düzdür. Bizim üçün, şəxsən bax bizim üçün, avtosalon üçün qardaş və yaxud da Sərxan üçün onun heç bir fərqi olmadı. Sərxan əvvəl hansısa maşını, məsəl üçün 30 minlik maşını 20 minə alıb 22 minə satırdısa, bu Kitay avtomobillərinin bunun dövründə 17 min aldı, 19 minə satdı. Və yaxud da mən 30 minlik maşını məsəl üçün 25 minə alıb 27-28 minə satırdımsa, qardaş 22 minə aldım, 24 minə satdım. Bu bizim üçün əslində heç bir şey Orada fərq dəyişmədi. eləmədi yəni, Və biz orada belə deyək, gözləmə mövqeyində gözlədik. Çox təkliflər oldu Çin avtomobilləri ilə bağlı. Bəs orada tanış, burada tanış. Kitayın özü az qaldılar da Maonun özü də bizə yıxsın ki, qardaş, bəs maşın var. Hə, gəl göndərim, sat bunu. Nəysə, qəti şəkildə girişmədik o məsələlərə. Və bu günləri gömrüklə bağlı məsələlərdən dolayı elektrik, hibrid, nə bilim, bu avtomobillərin, güzəştlərin ləğvi ilə bərabər daxili bazarda bir dənə canlanma başladı. Dekabr ayında. Hə, ikinci əl avtomobil bazarında bir dənə canlanma başladı. Bu canlanmanın da səbəbi təbii ki, aydın məsələdir. Artıq insanlar başa düşdülər ki, bunu 22 min alanda kiməsə maraqlı idi. 27 minə maraqlı deyil. Bax, əvvəl də qeyd eləmişdim, Çin avtomobillərinin Azərbaycanda 2 kateqoriya, 3-cü kateqoriya yoxdur, kim nə deyir desin. 2 kateqoriya alıcısı var, qardaş. Birinci, yuxarıdan başlayıram. Öz Range Roverini, Lexusunu, Land Cruiserini, GL-ni satıb, ekvivalent Çin avtomobilinə keçdilər. Li 9, nə bilim, Lindenko, o, bu, filan, bəs məkan. Keçdilər 5 ay, 6 ay, gördülər, yoxdur, qardaş, bu o deyil. Bu Range Rover deyil, bu 5-7 Lexus deyil, bu Land Cruiser deyil. Ha, bu, belə deyək də, yəni, həqiqətən də gözlə görülən bir səbəbdir. İkinci kateqoriya isə insanlar çörək pulu qazanırlar. Pürüsləri ləğv elədilər, məcburi şəkildə keçdilər, çanqan, bıyıdı, o, bu. Mən adamlar tanıyıram ki, 3 nəfərə bir dənə bıyıdı alıb, belə deyək də, çörək pulu qazanırlar. Bunda Bir sutka dayanmır da avtomobil. Hə, burada pis heç nə yoxdur. Bəli. İnsanlar çörək pulu qazanırlar, yaxşı eləyirlər. Yəni burada heç nə yoxdur. Amma qeyd elədiyim, bunun əsas kütləsi, Çin avtomobilinin alıcısının əsas kütləsi ucuz segment avtomobillərin alıcısı idi. Və bu günləri ucuz segment avtomobillərin alıcısı, hansı ki almışdı 8 ay bundan qabaq 23 minə, bu günləri gömrük qiyməti qalxıb hələ. Bəli. Gömrük qiyməti qalxıb, amma adamın 23 minə aldığı avtomobil 18 minə sahibdadır. Bax bu məsələ var da qardaş. Bunu nəzərə almaq lazımdır. Bu dədə-babadan bizdə elə olub. Keçən məsəl üçün bu hələ gömrük sumları artıq belə deyək də şayəsi yayılanda ki, belə olacaq, gömrük sumları qalxacaq eləyəcək. Onda artıq mən bilirdim ki, yəni bu qiymətlər düşəcək.
Yanvar, Amma adamlar fevral, mart gözlədilər ki, qalxacaq qiymətlər. Bilirəm, bir çox bəs bayaqlar dedim ki, xaricdən maşın sifariş eləyən şəxs olsa belə, ən azı alverçi olmalıdır bu adam. Necə alverçi sözü biraz deyirəm kobud çıxır. Yəni bu maşın sahəsinin sektorunda olmalıdır. Bu adam bilməlidir ki, ən azından o bilməlidir primitska nədir. Hə, 15 il bu işin içindəyəm. Mən neçə dənə gömrük rüsumdan qalxan dövrü görmüşəm, təsəvvür edin. Ən azı bir 6-7 dəfə görmüşəm ki, bu gömrük rüsumu yanvar ayında qalxıb. Yanvardan sonra nə olub? Yanvar, fevral, mart ayları iş yanıb. Dekabr ayı olub ki, mənim əlimdə 3 dənə maşın olub, 4 dənə maşın olub. Aparıb satmışam, mənim müştəri deyib ki, qardaş, yanvarda qalxacaq, niyə bunu belə verirsən? Deyirəm, sən nə istəyirsən? Sən ucuz almaq lazım deyil. Al apar da bunu. Almışam. Yanvarda baxıram ki, məndən 8.000 aldığım maşını 11.000-ə qoyub. Hə, üstünə bir 10 gün keçdi, görürəm düşdü 9.000-ə. Düşdüsə, görürəm ki, salıb 7.500-ə, 7.000-ə, bildin necə? Yanvar, fevral, mart ayı bu belə davam edir. İndi də biz hansı tendensiya yaşayırıq? O dövrü düz deyirsən. 3-4 dəfə biz yaşamışıq da, durğunluq olub. Deməli Nur, bu qərardan qabaq məsəl üçün bizə zəng eləyirdilər. Sərxanın da dəfələrlə olub 100%. Tutaq ki, deyirəm də, bir dənə Elantra, nə bilim, Malibu və yaxud da Fusion ortalama bazar dəyəri 17-18 minlik olan avtomobil. Zəng vururdular ki, qardaş, bəs tanış, bizi tanıyan adamlar, bunu 14 minə vermək olar o zaman. Deyirdim ki, vallahi olar, gətirərsən baxarıq. Gör bunu 15 minə istəyən olsa, denəm bunu verək. İndi sənin əhatən genişdir filan bəs məkan. Bu gün həmin adamlar mənə zəng vururlar ki, və yaxud da yardıma düşür birdən, kimsə istəyir məndən, yığıram ki, maşının qalıb, deyir, hə, qalır. Deyirəm ki, qüvvədədir o dediyim qiymət. Deyir, yox, ay Özal, deyirəm ki, bəs necə oldu ki? Deyir, qiymətlər qalxıb da. Deyirəm ki, rastlamoş gələmsən bunu. Sənin maşının qiyməti niyə qalxır? O maşınların, bax mən deyim. Sənin maşının qiyməti niyə qalxır, qardaş? Sən bunu 3 il bundan qabaq almısan, 18 min almısan, 17 min almısan, fərq eləmir. Hər neçə, 21 min alırlar. Sənin maşının qiyməti 5 ay bundan qabaq 15-16 min idi. Düzdür? Sən amma bu gün nə mənə deyirsən ki, özü mənə deyirsən də, yəni mən bu işin içində olan adamam. Yəni belə pis çıxmasın. Biz kartof soğan satmırıq da, başa düşürsən, biz maşın satırıq. Mənə deyirsən ki, sənin xəbərin yoxdur, qiymət qalxıb. Bəs mən nə işlə məşğulam burada? Qiyməti özümüz şişirdiririk. Və bu süni qiymət artımlarıdır. O tip avtomobillərin nə qədər ki, süni qiymətini qaldıracaq, şəxsi sürücülərdən söhbət gedir. Yenə də Sərxan üçün də, Özal üçün də fərqi yoxdur bunun. Ucuz olacaq, ucuz alacağam, ucuz satacağam. Baha olacaq, baha alacağam, baha satacağam. Bu bir mənalı biznesin, ticarətin, strategiyamız bizim bunun üzərində qurulub. Sərxan da bir ayaqları bir dənə yaxşı bir söz işlətdi başlanğıcda ki, birinci məqsəd burada pul qazanmaqdır. Gördüyümüz iş fərqli aspektlərdə olsa da məğz eyni məğzdir, qardaş. Yenə deyirəm, ucuz olacaq, ucuz alıb, ucuz satacaq, baha olacaq, baha alıb, baha satacaq. Amma bunu süni şəkildə eləmir. Havoline yağlarının baş sponsorluğu efirimiz yayımlanır ki, Sərxan bir dənə gömrük məsələsinə toxunsun deyəcəyi vardı. Onun üzərində suallar var. Sualları oxuyacağam. Süni qiymət artımını deyim. Bax, süni qiymət artımı belə deyək də, bazarda yeni gələn avtomobillərlə qiymətlərindən ayaqlaşma. Bu adam fikirləşir ki, tutalım mənim 4 gözüm var. Bu maşın, gələn maşın qiyməti neçəyə çıxıb? Bu qiymətə, mənim də maşınımın satışı bu qiymətdir. Məsələn belə deyək də. Və o onunla ayaqlaşıb öz avtomobilin qiymətini satışa təqdim edir. Məsələn, belə deyim, VAZ 2107 avtomobilləri axırıncı dəfə 2011-ci il, 12-ci ildə Dağıstandan gələnlər idi. Azərbaycana gəliblər. Sonuncu dəfə ki, o dövrdə gömrük rəsmiləşdirilib Azərbaycana daxil oldu. Onların da satışı o vaxtda 6500 idi, rəngə görə dəyişirdi. 7200 idi deyəsə səhv eləmirəmsə, qaralar idi, ağlar da biraz aşağı qiymətdə. Yəni bu civarda olub manatla, düzdür? İndiki dövrdə VAZ 2107-ni bazarda gedib və yaxud da Bərdənin bazarında gedib 9000, 10000 verib alan adamlar var. Bildiniz necə? Bu nə qədər də süni qiymət artımı desək də biz, bu real satışdır. Bu adam 9-10 satır. Bildiniz, mən deyim ki, suyunu qaldırıb onun qiymətini, amma hansısa tutalım belə deyək də, Ağcaberdən bir ağsaqqal gedir, yanında baxır bir dənə 07, çıxardır 10.000 verir ki, bu 07-ni çıxart bazardan gedirək alım. Bu mən süni deyirəm, amma reallıq odur ki, aldı orada. Əslində Sərxan, o süni deyil abi. O belə deyək, iqtisadi proseslər var da, devalvasiya məsələsi var, pulun dəyərdən düşmə məsələsi var. O dövr üçün, məsəl üçün deyirəm, 6500 manat, o dövrün 6500 manatı bizim bugünkü gündə ortalama 15 mindən yuxarıdır. Düzdür. Demək olar. Orası elədir. Və adam da ortalama deyir ki, qardaş 9000-ə və yaxud da Pradoları götür, Tucsonları götür, AX35-ləri götür, Sportage'ləri götür. Dövründə 24-25-26 minə sıfırını servisdən alınan avtomobillər
Bu günlərdə yenə də 25 min, 24 min, yəni bu civardadır. Bu iqtisadi məsələlərdir. Amma o Sərxanın dediyi əslində uzun müddətli dövr üçün keçərli bir məsələdir. Amma məsələ abi bu qısa dövrdən gedir ki, 3 ay bundan qabaqla indikinin arasındakı indiki dövrdə o 3000 fərqi, yəni heç yerdən tapıb çıxarıb bizə qabağımıza qoya bilməzlər. Bu dəqiqə, bu dəqiqə. Yanvar, fevral, mart ayları gəlib, düzdür? Yəni mən belə görürəm ki, açığı deyim də, reallığı bilmək istəyirsə, Çin avtomobillərinin qiymətində enmə var. Digər avtomobillərin qiymətində enmə yoxdur. Elə oturduğu kimi qiyməti də əksinə qalxıb ki, düşmür. Əksinə. Çin avtomobilləri qardaş, gözlənti nə idi? Çin avtomobillərinin qiyməti qalxacaq. Nə bilim, adamlar tanıyırdım ki, dekabrda maşını saxlamışdı ki, yanvarda mən maşını satacağam. Amma qiymət dəyişmədi orada. Bu dəqiqə parklar var ki, tökülüb maşın qalıb satılmır. Alan aldı da, yəni bunu taksidə bayaqlarda qeyd etdiyim kimi, taksi üçün istifadə olunan avtomobillər. Buna da limit qoyublar. Artıq belə deyək də, taksi qeydiyyatdan keçmək üçün xüsusi limit var ki, filan sayda avtomobillər limitdən keçə bilər, düzdür? Mən bir sahibkar kimi gedib bugünkü gün 5 dənə BYD alıb taksiyə sala bilməyəcəm avtomobili. Artıq qeydiyyata düşmək çətindir. Bəli, elədir. Düzdür? Elədir, bəli. Artıq mənə o üçün avtomobili maraqlı deyil. Sərf eləməyəcək heç sənə. Havoline yaxşıdır, yoxsa digər markanı izləyicimiz deyir? Bax, Havoline burdadır, dəyərli dostlar. Onu bildirim sizə. Bax, Havoline yağından istifadə edə bilərsiniz. Amma digər yazdığınız yağ da yaxşı yağdır. Pis yağ deyil. Onu mən sizə məlumat vermiş olum. Təranə xanım nə yazır? Zəhmət olmasa deyin. Kia Rio 2008 yaxşı vəziyyətdə təxmin neçəyə olar? Motorun da adını yazsın desinlər. Bir yəqin avtomat korobkalar deyir. 11-12 min də satışlar olur. 10-11-12. 2008 Kia Rio 10-11-12 min. Avtomatları yəqin deyirsə. 2008-dir Sərxan. Avtomatları deyir də sedanlardan. Yenə də 11 çox dedim. 10-11-12 satışı dəyişir. Sonraki Məndə heç, məndəki yöndür. səndə qiymət var. Salam Sorento 2 dizel neçəyə almaq olar? Sorentoya bir qiymət. 2 dənə Sorento var, qəşəng. Niyaməddin bəy 2 dənə yaxşı Sorento var. Sərxan denə məlumatları. 2018-dir biri. Deməli sadə paketdir. Yəni lüksuzdur, 5 yerdir, qiyməti 35 min manatdır. Digəri 2016-dır, 3 detallı kraska var. Nobles paketdir. Karitsov salon, qəhvəyi salondur. Bir dənə lüku yoxdur, 7 yerlik. Onun qiyməti 31 minə. 31 minə. Yəni Belə bazarı gedib gəzsək o qiymətə tapa bilmərik. Elə bir Sorento tapmaq mümkün deyil. O qiymətə yox. Problemi də yoxdur avtomobilin. Problemi deyəndə ki, qardaş, açarı verirəm, gəlirsən maşını yoxladın ustandə. Ustan dedi sənə, qəbuldur. Maşını aldın, sabah da mən qardaş falan aldım. Maşın deyib dəmir parçasıdır. İnsanın Axtarma Sərxanı Elnur. Yox, axtarma yox, axtar. İnsanın həyatına bu dəqiqə heç kim deyənməz ki, mən buradan qapını açdım, getdim, sağ-salamat gəlib evimə çıxacağam. Qaldı ki, mən sənə durum dəmir parçasına qarantiya verim. Zarafat bir qırağa deyir o məsəl var, hər saniyənin öz hökmü var. Bəli. O cümlədən nə Sərxan, nə mən biz sıfır avtomobillər satmırıq. Hə. Nəzərə alaq ki, ikinci əl avtomobillər satırıq və bəzən müştərilər gəlir ki, qardaş, nə qədər qarantiya verirsiniz, nə qədər zəmanət verirsiniz? Həqiqətən də ikinci əl avtomobilə avtosalon olaraq məsəl üçün bizim o zəmanəti verməyimiz biraz çətin məsələdir. Niyə? Elnur? Çünki bu texnikadır. Burada hər şey ola bilər. Düzdür. Biz nə dərəcədə işimizə vicdanla yanaşsaq da, o avtomobilin belə deyək, alğı prosesində yoxlatdırsaq da, öz təzədən ustalarımızda müəyyən sazlama işləri görsək də, o force major hallar var ki, yəni biz artıq onlara müdaxilə edə bilmirik və bizim də xəbərimiz olmur. Məsəl üçün mən amma belə deyək, o müştərilərin o sualına cavab vermək nöqteyi nəzərindən Hyundai servisindən bizim bir belə deyək, əməkdaşlığımız var. Müştəri əgər istəyirsə, avtomobili sayta qoyduğumuz qiymətə istəyirsə, biz onların mühərrik və sürətlər qutusuna müştərinin istəyinə uyğun olaraq 1 il və ya 20 min kilometr, 2 il və ya 40 min kilometr zəmanət verirsiniz. Zəmanət verə bilər. Ürəkləri rahat olsun deyə. Yəni bu ödənişlidir. Yenə deyirəm, məsəl üçün artır orada. Yox, məsələ nədir? Mən məsəl üçün deyirəm, 28 min avtomobili qoymuşam satışa. Bəli. Əgər müştəri gəlib məndən qiymət söhbəti eləmirsə ki, qardaş, burdan 1000 keç, 1500 keç, zəmanət tələb eləyirsə, deyirəm ki, problem yoxdur. Zaten bu avtomobil gedəcək Hyundai servisdə yoxlanılacaq. Əgər yoxlanışda hər bir şey yaxşıdırsa, qaydasındadırsa, onda servis zaten buna belə deyə həmin zəmanət. Burada bir sualım yaranır. Suallar da var, istəmirəm izləyiciləri gözləsin, amma yəqin onlara da maraqlı gələcək. Bir ilk növbədə Sorento var.
Hal-hazırda yox. Salento yoxundur. Sən deyirsən ki, saytda qoyduğum qiymətə alsalar. Deməli Bəli. siz saytda elə bir qiymət qoyursunuz ki, bu reallıqdır, onsuz da bazar məsələsi var da. Endirim orada endirimi də düşünürsünüz ki, qardaş. Təbii ki. Gəlib məndən istəyəndə mən bu qədər keçəcəm orada. Təbii ki, təbii ki. Yəni yuxarı qiymət istərsəniz qoyursunuz da, düzdürmü? Yuxarı qiymət deməyək də, indi orada ticarətin şirinliyi var da. Yəni 30 minlik maşından aldığında sən 300 manat pul keçsən, onun üçün maraqsızdır. Heç o 300 manatın söhbətini səndən eləməyəcək. Yəni normal düşüncəli adam. Sən nə qədər düşünürsən o endirim qiymətini adətən? Nə qədər qoyursunuz? Yəni ortalama ən azından məsəl üçün o avtomobilin yenə deyirəm, yəni dəyərindən asılı olaraq dəyişir. Bəli. Hə, məsəl üçün 15 minlik avtomobilə 500 manat keçib satmaq olur. Hə. Amma 30 minlik avtomobilə 500 manat keçib satmaq olmur. Nə qədər 1000 manat keçsən? 1000 manat keçsən, bir 1500 manat keçsən ki, hə o da alıcı üçün maraqlı olsun. Belə bir şey deyim. Zəmanət elə qəribə gəldi ki, belə fikirləşsən ki, mən birdən zəmanət verəm maşın. Adicə telefonu qeyb alanda zəmanət üçün sənə əlavə olaraq belə deyək də qızıl zəmanət təklif eləyir, nə bilim. Filan zəmanət 5000 artıq da cibindən pulu alır. Çıxandan sonra gəlsən oturursan hesab kitab edirsən ki, 1800 manat iPhone aldım, 2200 manat pul vermişəm, 400 manat zəmanət pulu, düzdür? Sabah bir şey olanda zəmanətə gedəndə sənin telefonun araşdırırlar ki, telefon niyə filan zəmanətdir də, düzdür? Niyə açır baxır ki, mühərrik də apardın deyirsən ki, qardaş zəmanətimiz var filan. Düzdür? Hyundai məsələn deyir də, hansısa bir servisə maşın alanda gəlib dedim ki, hə qardaş xoş gəlmisən. Problem deyil. Bu dəqiqə motoru sökdü, qoydu yerə, yığdı təzədən verir ki, hə qardaş ki, o araşdırır görün bu motor niyə vurub ilk növbədə. Motorun vurma səbəbi nədir? Səbəbi baxacaq görəcək ki, tutalım da səndə olan bir problemə əsasən motor vurubsa, qardaş deyəcək ki, qardaş bu sənin səhlənkarlığın olub axı. Düzdür ya yox? Olur, olur. Mən sənə demişəm 5-30 vur, sən gəlib tutalım 10-40 vurmusan. Hə. Bu gəldi sənin səhlənkarlığın deyək. Bu mən nə olsun zəmanətdədir. Bildin necə? Hə, motora baxırsan ki, motor salamatdır. Mən də baxıram motora. Hə, deyim sənə qardaş yapar bu 10 min sür. 10 mini rahat deyərəm, sür. Motora baxıb mən deyə bilərəm müştəriyə. Bəli. Amma bir də var ki, belə deyək də, mən sənə deyim ki, 10 mindən sonra sən çox şey başına gələ bilər maşının. Bildin necə? Çox şey ola bilər. Çox şey ola bilər. Yaxşı bir məqamı vurğuladın. Motor yağ yemirsə, Porsche səsi yoxdursa, nə bilim əlavə xərcləri yoxdursa, səs-küyü yoxdursa motorun, məlum məsələdə hamısı gedirsən motoristə yoxladırsan ustaya. Lap aparırsan Hyundai servisdə, nə Kia servisdə maşını yoxlayırsan. O sənə bugünkü problemi deyir maşının motorun ki, qardaş motorunda səs yoxdur. Motorun salamat. Sabah getsən ki, sən mənə dünən demişdin, deyəcək, dünən nə səsi yox idi axı. Mən nə bilim sən bunu necə sürmüsən. Ardada mesajlar var. İndi bir məqama toxunacağam o yanacaqla bağlı, amma istəyirəm mesajlara cavab verək. Salam qardaş, salam. 20 qısa cavablar istəyəcəm. 22-25 min manata Amerikada nə maşın ala bilərəm? 65-45 yazır. Bir dənə də sözümü deyim, mən də o cavab verəcəyim. De. Amerikada maşın vuranda belə deyək də, şirkətlər var ki, məsəl üçün mühərriyə belə deyək də, mühərriyə zəmanət verirlər. Hə. 100 minə qədər gedibsə, maşının yürüşü 100 minə qədərsə zəmanət verir. 100 mini keçsə zəmanət vermir. Bildiniz? Amma yəni maşına baxırsan da şəkildə əgər yerdə yağ yoxdursa, nə bilim, zaşitnikin üstündə yağ yoxdursa, hə bu adam sənə zəmanət verir ki, 100 minə qədər zəmanət verirəm. 100 mini keçdi. Bizdə 300 min probellə getmiş motordur. Gəlir qardaş deyir ki, sən qardaş buna nə qədər zəmanətdir? 300 min daha bu gedib də 300 min insan yeriyəndə yeri gedəsən o qədər vitamin qəbul eləyəsən ki, digər görəsən. Burada bir fərqi hiss eləyirsiniz. Mən ustalarla burada olanda ustalar maşallah bu qədər belə səviyyədə danışmırlar da, amma heç alqı-satqı işini görən adamlar mənə icazə vermirlər, imkan vermirlər ki, elə özal bir tərəfdən Sərxan bir tərəfdən. Bax, ustanın işi açar-uçarı götürdü, düşdü maşının üstünə, düzdür? Amma müştəri danışanda ki, klient danışanda ki, qardaş, bu motor niyə filan şeydir, 5000 keçsə qalır belə ki, o işimi görürəm. Həm də adamların işi də danışmaqdır, onu bildirim sizə. Yəni satmaq, avtodan satmaq, düzgün danışmaq. Ustalar hərəsi konkret bir sahə üzrə belə deyək də ixtisaslaşıb. Korobka ustası məsəl üçün deyirəm də, Toyota korobkasına baxırsaq, gəlib burdancaq o Toyota korobkasından danışacaq və yaxud da nə bilim. Yox, danışsın da Toyota sürətlər qutusundan danışsın, amma bizdə məsələ nədir? Sərxan da məndə bizdə universaldır məsələ. Mən Toyota'nı da alıram, satıram. Mercedes-i də, BMW-ni də, Hyundai-i da, Kia-nı da, nə bilim. Yəni Azərbaycanda Çindən başqa, Kitaydan başqa bildiyin bütün markaları alıram, satıram. Ancaq mövzusu demə, bax. Və bu avtomobillərin hər birində müəyyən təmir işləri gördürürük deyə daha doğrusu. Belə pis çıxmasın. Ən azından o ustalar qədər biz də o işin içindəyik. Hə. Məndən soruşsan ki, məsəl üçün biz avtomobil alanda artıq bilirik ki, hansı avtomobilin, hansı markanın alışında nəyinə baxmaq lazımdır birinci növbədə. Hə, sonra nəyinə baxmaq lazımdır. Daha sonra nəyinə baxmaq lazımdır ki, ən problemli nöqtələri avtomobilə görə dəyişir.
Çin avtomobillərini niyə alıb satmırsan? Qısa Gözləyirəm ki, qiymətləri biraz da düşsün, sonra alıb satacağam. zaravat edirsən yoxsa Yox, ciddi deyirəm. biraz da düşsün sonra alıb satacağam. Sərf eləmir belə indiki vəziyyətdə. Yəni bugünkü gün, bax Elnur bəy, Çin avtomobillərinin ikinci əl bazarını Aha. alver dilində desəm tutuzdurmaq olmur. Aha. Çünki bilmirsən, avtomobil var ki 8 aya 14 min qiymət itirib. Mən bunu aldım, qoydum salona. 3 ay qaldı. Allah. Bu İndi 3 gör nə aya, olacaq? bu 3 aya nə qədər qiymət itirəcək? Mən onu bilmirəm. Mən 2000, nə bilim 8-in Pradosunu rahatlıqla alıram. Mən 2006-nın 69-asını rahatlıqla alıram. Nə bilim Bilirsən ki, qiymət o qədər ölməyəcək yəni. Bu nə qədər ölsə belə də, mən orada ziyan eləməyəcəm. Amma Çin avtomobillərində bugünkü gün o necə deyim, fərqi tutmaq bizim üçün çətindir. Yəni başlıca səbəblərdən biri budur. O məqsəd burada nəyisə pisləmək və yaxud da nəyisə əleyhinə danışmaq deyil. Qardaş, sadəcə olaraq mən bilmirəm Qiymət axı oynayır ki, da, tutmaq olmur qiyməti. mən bilmirəm axı ki, mən bundan necə pul qazana bilərəm. Əgər mənim məqsədim pul qazanmaqdırsa və mən bu markadan pul qazanmağın yolunu bilmirəmsə, bundan uzaq duracağam. Sərxanda elə belə deyil də, təcili satışdır. Yəni 2 günə, 3 günə belə tez bazar satsın, Sərxana 47 dəqiqədir. Fərqi yoxdur. 47 bir günə, dəqiqədir. 21 saata, 1 sutkaya yəni satsın Çin avtomobil. maşını olmur, nə bilim, Sovet maşını olur. Nə olur olsun. Nə olur olsun, Zil, gətirsin. kras, hamısından. Nə olur olsun, gətirsin satıram. 4 təkər üstündə bir dənə də sükan olsun, bayaq deyirsən onu. Çin maşınları o qədər olub ki, satmışıq. 2023-2022-23 Honda Accord almaq istəyirəm. 2 mühərrik hibrid. Burada bazarda olan qiymət və Amerikadan sifariş etsə neçəyə gələr? Buradan Deyə bilərsiniz. Buradan alsın. Oradan sifariş etmək sərf Amma eləməyəcək. belə elə maşınlar var ki, bax mən onu deyim də. Mən oturub indi Amerikada auksionlara baxıram. Elə maşınlar var ki, bax Honda'dır, Volkswagen'dir. Bizdə o maşının qiyməti Amerikadan ucuzdur. Digər ölkə Avropadan, nə bilim, Gürcüstandan elə qiymət odurlar o maşın ki. Mən oturub hesablayıram. Deyirəm ki, qardaş, bu bura gəlsə bu gör neçə oturacaq. Volkswagen belə deyək də, Jetta'dır, Passat'dır, normal ucuz qiymətindən tutmaq olmur maşını. 300 min probeqdən alarsan. Yəni gəlib oturaq 15 minə, 16 minə, 16 minə burada bazardadır o maşınlar. Bəli. Normal yürüşdəsi gəlir çıxır 20, 21, 22 min. Amerikanın özündə də yürüşü az olan maşınlar, zədəsi az olan maşınları özləri də alırlar orada, belə deyim sizə. Daxili bazarda da ala bilərlər. Daxili bazarda alırlar, elə orada da satırlar. Hə. Amma yəni elə maşınlar var ki, məsələn Honda'dır, Volkswagen'dir, bunları bizdə sevməsələr də orada sevirlər. Yaxşı bir mühərrikçi lazımdır sizə, bir baxsın ona, diaqnoz eləsin onu, diaqnoz qoysun ona. Bizə WhatsApp-a yazın 050 505 55 25-ə. Biz sizə usta nömrəsi göndərək. Əlini belə tüstüyə tutsun qardaş, görsün par deyil o. Par tüstü də ola bilər ha. Soyuğa görə deyirsən. Par tüstü də ola bilər. Sadəcə filtrdə, yəni su, məsələn, maşın sürülmədiyi halda yığılır qalır. Maşın işə salanda artıq o başlayır parlanma vasitəsilə çölə çıxmağa. Əlini quruşdərə tutsun, görsün par əməlində par əmələ gəlirsə, belə deyim, onda normativ var. Bir də görsün Amma bir sonra da yoxa çıxır, deyir. Havaya görə olur, soyuq havalarda olur. Amma əgər su azalma verirsə, artıq qalovkada olan belə Deyir, su azalmır. Su azalmırsa, Yox, antifriz azalmır. Əlin bir dənə dediyim kimi quruşdərə tutsun, görsün əlində para əmələ gəlir, yoxsa nədir? Cruze 2014 necə maşındır? Bu Cruze'un qaynatma məsələsi 2014-ə qədər olanlarda daha çox müşahidə olunur. Korobkalarda əsasən belə deyimsə, onlarda korobka problemləri ilə belə deyək də, qlobal, dünyada olan. Sadəcə mən Azərbaycanda gördüm ki, bunlar qaynatma problemləri daha çox qabardılıb. Səxan, orada məsələ soyutma sisteminin olmamağına görə ya. Korobka məsələsi bizim servis kuruslardadır. O heç. Amerikankalarda korobka üçün особо bir dənə radiator var. Yəni 3 dənə radiator var, belə deyim. Amma servis aviakuruzlarda korobkanın soyutma sistemi yoxdur. Və o servislərində motorları çox dözümlüdür. 1.6 1.8-də lastikli 1.8 motorlar. remenlə olan motordur, mühərrikdir. Normalda dözümlü mühərrikdir. Sadəcə olaraq olan korobkalarında əsasən problem olur. O da yenə deyirəm. Bax Koreyadan gələn kruzlarda da 1.8-lərdə o məsələ olur. Çünki korobkada soyutma sistemi yoxdur. Amma Amerikanka var ha. Amerikankanın normalda qardaş hər şeyi orijinal olsa nə qaynatmır. Kruzun mən o şey deyirəm. Kruzun qlobalda olan, yəni belə deyək, yaşanan problemlər korobka kimi problem üzə əvvəldə məsələn korobka. Dünya korobka kimi qəbul edir, amma bizdə qaynatma. Azərbaycanda qaynatma kimi gəldi ki, Azərbaycanda gəldi çıxdı ki, bunlar da qaynatmadır. Qaynatma da bizdə dədə-babadan nə öyrəşmişik maşın sürəndə. Mən açığı öz maşınımdan deyim. Maşında 2013-də servis aldığım maşın olub ki, antifriz üstündə Zavaskoy antifriz olub, amma elə olmalı deyil. 1 il, 2 ildən bir antifriz dəyişilməlidir maşın. Sistem yuyulmalıdır, təmizlənməlidir. Biz bunu eləmirik. Biz maşın qaynadar eləyər, termostat dəyişərik, ya pompa dəyişərik, onda antifrizi tökürük, dəyişir ya da suyu dəyişirik belə. Hər zaman da orijinal detallar alın, orijinal ehtiyacları alın. Buna görə də Status Avto mağazalarına yaxınlaşa bilərsiniz. Buradan
sizə məlumat vermiş olaq. Status avtomağazalarının isə 3 filialla xidmətinizdədir. Sumqayıtda bir filialları var 20 yanvar küçəsində, Yasamalda bir filialları var Şərifzadə küçəsində və Babək prospektində də Status Avto mağaza şəbəkəsi fəaliyyət göstərir ki, bizdə ümumiyyətlə yayılan hansı ki avtomobillər var, hamısına detal var. Yəni Çin avtomobillərindən tutmuş Mercedes, BMW, Toyota, Lexus, Nissan, Infiniti, Hyundai, Kia, VAG avtomobillərinə, Chevrolet'in özünə detalları Status Avtodan tapa bilərsiniz. Keçirəm növbəti mesaja. 2019 Amerikanka Elantra 2 Dodge neçəyə ala bilərəm deyə bir qiymət deyə bilərsiniz. 19-u o gün satdıq biz, 21 yarıma satdıq. İndi sən satdın 50 min millə ideal vəziyyətdə. 21 yarıma. Sərxan belə deyirsə, onda mən belə düşünürəm ki, o arça 24-25 mindir də, hə? Maşın çox Çünki idealdır adətən ya. 4 Yəni istəsən 3000-4000 ucuzuna yox, satmışam. istəsən mən istənilən vaxt zəng eləyə bilərəm. O adam maşın gətirsin, istənilən servisə də 20 Kuzadan idi Sərxan, 19-20 kuza. Çox Halal, qəşəng. valla sənə halal. Sənə sözüm yox. Qəşəng daldı. Özü də nə ilə gəlib bu Adam fezədə? səndən maşın alır Sərxan. Bu fezədə. Hə, belə bir şey də var da. Sərxanın hər dəfə oxuyuram ki, mesajlar deyirlər ki, Sərxan, adam sənə avtomobil satmaq istəmir, səndən almaq istəyir. Alma adam istəyir. O elə qiymətlidir, mən də almaq istəyirəm. Hə, 21 minə görə nə satır? maşın Deməli, da maşın. Sorento istəyən adam yazıb ki, bizə 2010-2011-ə qədər istəyirəm mən. Səndə bu 2011 deyildi də. 11 varımızda Damışa ideal vəziyyətdə dizel 7 nəfərlik, qara rəngdə 180 min, 190 min, 170 min Qiymətli görəsən. var, 26 minə. 29-30 min onda. Yox, bu dəfə nəsə. Bu dəfə heç eləmədi. Heç niyə necə? İdeal maşındır, yürüyüşü də orijinaldır. Hə, bax indi deməli o yaxşı maşındır. Yox, yaxşı deyil. Niyə? Bax 2011. O maşını, bax indi mən bir dənə deyirəm. O maşını mən çıxartsam satışım, məndə videosunda məsəl üçün mən o gəlsə yanıma ki satıram, bugünkü gün düzdür. Mən onu çıxardaram 21 ilə, 22 ilə. Düzdür. Yox, bir dəqiqə, niyə 26 ilə çıxarmısan ki? Maşın məndə deyil axı qardaş. Tanış adam var, ondadır. İndi mən onu deyirəm ki, belə bir şey var. Belə bir şey var. Hə. Hə, sən satmısan onu. Yox, mən məsəl üçün onun 2012-13 quzasını satmışam. 7 nəfərlik, ən full versiya Damışa. Onu satmışam 25-8-ə. O bu dəqiqə internetə girgənə 28-20 öz atamın maşınıdır ya. Mən məsəl üçün deməmişəm, ay papa, yox, bunun bazarı 30 mindir. Gəl bunu 29-dan aşağı. Satmışam, yenə də aşağı qiymətə satmışam. Öz şəxsi maşınım. Atdan dolaşmadın sən. Hə. Nə desin, o mən almışdım onu. Yəni necə mən almışdım? Sözümün canı nədir? Yəni elə almışdım ki, Elə almışdım ki, mən deyənə də satanda yenə də sərf eləyir. sağ ol dedi. Mənim ən Ofis haqqı istəyəndə mənə bəziləri deyir belə. Mən atama maşın alanda açığı 2 çıxardım mənim haqqım verir ki, gələ. 300 manatı qoy cibinə. Yox, bu sənin haqqındır ya. Bu pulu götürməlisən. Bu belə bildin necə? Yəni atam da olsa Slujba. atam da olsa bu adam mənə pulu veribsə. Hə. Müştəri gəlir ki, qardaş, mən səndən keçən il maşın almışam. Mən buna necə deyim ki, qardaş, mənim atam mənim pulumu kəsmir. Sən niyə mənim pulumu kəsmirsən? Sən də mənim pulumu ver də, mənim pulumu niyə kəssən? istəyirsən. Səhv deyir ha. Bu kişi yenə də pul evə getsə, eyni evə gedir, söz yox. Axı cibi dəyişir də, bu sağdan sola keçdi, nə o bir ələ keçdi. İşdir də qardaş. Əlbəttə ki. Deməli, nə yazır bizə Elçin bəy? Maşını alan maşına pul qoymaq istəmir, deyir maşın pis çıxdı, o da var. Kuruza pul verməyə dəyərmi? Niyə də yox qardaş? Ona yaxşı Maşın qullanır alanda, bax bir dənə qardaşın sözünə bir dənə söz deyim də, bax qardaş deyir. Hə. Minimum təzə maşın salondan alanda gedib sən ona 120 manat, 150 manat versən, ayaq altı alıb qoyursan üstünə. Düzdür? Sıfır maşından gedir. Sıfırdan söhbət gedir. Adam baxmaq istəyir də o Getdin maşına. plonkalarını çəkdirdin, nə bilim, Kitay alırsan, getdin monitora proqram, Kitay alıb görürəm də 700-800 manat minimal sənin rasxodun gedir o maşına. Düzdür ya, yox. Sən hazır maşın alırsan, sən ona 300-400 manat qoymaq istəmirsən ki, yox, 300-400 manat bunun xərci var. Nə maşın alırsan, Vaz 2107-ni alırdın, Niva G alırsan bu dəqiqə, Niva G5 şumkasını düzəldirsən, orasını düzəldirsən, burasını düzəldirsən, baxırsan ki 1000 manat gedib ortada bir şey yoxdur, yenə Niva. Ümumiyyətlə Nur, burada məsələ bilsən nədir? Mən düşünürəm ki, pis avtomobil yoxdur. Düzdür. Hər bir müəyyən markalarda müəyyən o necə deyək, zəif nöqtələr var ki, o nöqtələrə sadəcə olaraq fikir vermək lazımdır. Amma istənilən halda ən dözümlü avtomobil olaraq, marka olaraq nəyi biliriksə, hətta o markanın özünə belə baxılmasa, vaxtında qulluqları olunmasa, nə bilim, yağı, antifrizi, yəni söhbət yenə deyirəm, orada periodik qulluqlar var da, istənilən avtomobil yanacağın düzgün tökülməyi, yanacağın məsəl üçün belə deyək, o təyinatına uyğun tökülməyi, motora uyğun, mühərrikə uyğun yanacaq
tökülməlidir. Üzr istəyirəm, burada sözünü kəsəcəm, onu da istəyirəm ardını gətirəsən. Həm də bu Çin avtomobillərini satan bəzi rəsmi distributorlar var ha. Kampaniyalar edirlər. Mən də fikir vermişəm ki, kampaniyalarda müştərini bəhbəyinə çağırırlar. Özü necə çağırırlar? Əslində avtomobilin tələbi 95-dir, amma satan adam reklam edir, deyir ki, rahat 92 oktanlı yanacaqla bu avtomobillər işləyəcək, heç bir problemi yoxdur. Amma bunu da müşahidə eləmişik ki, 92 vurulub avtomobillər, sonra yanacaq sistemində problemlər başlayıb. Adam o servisə avtomobilini aparanda adam deyir ki, sonra sözündən geri qaçırlar ki, yox, 92 ilə sürmək olmazdı, buna əslində 95 vurulmalı idi. Belə hallar yaşayan şəxslər olublar. 92 ilə ümumiyyətlə hansı mühərriklər daha rahat işləyir məsələsi var. Bunu düzdür. İndi o mühərrik ustalarımız daha gözəl açıqlamasını verərdilər. Amma indi biz də bu işin içindəyik. Yenə deyirəm, gün ərzində 10-15 dənə fərqli mühərrik görürük, avtomobil görürük. Qardaş, atmosferik olan, turbo olmayan, istənilən mühərrik, turbo olmasın. Atmosferik istənilən mühərrik, sadə mühərrik 92 oktanlı yanacaqla tam rahat işləyir. Rahat işləyə bilər. İstəyir bunun ili 24 olsun, istəyir 94 olsun. Burada heç bir fərq yoxdur. Bir də üzr istəyirəm, turbosuz atmosferik mühərrik misal çəkdən marka modellər deyə bilərsən? Turbosuz atmosferik. Hə. O qədər var ki, məsələn Toyota Camry 2.5 motor sadə mühərrikləndi. 92 ilə sürə bilərsiniz. Sonra sayda məsələn izləyicilər üçün. Sən də Sərxan kömək elə. Məsəl üçün Hyundai-ın, Kia-nın 2.4 mühərrikləri, Optimanın, Santa Fe-nin, Sonatanın 2.4 mühərrikdir. 2.4 mühərrikdir. Toyota'nın məsəl üçün nə bilim Highlander'in üstündə ili köhnə hələ 3.6 mühərrikdir. Pradolardır, Land Cruiserlərdir. Mercedeslərdən məsəl üçün sadə 5.5 kompressoru olmayan 5.5 510 gücü var. Yəni maşın normalda əjdahadır da, bu 510 gücündə olan avtomobildir. Qardaş 92 ilə işləyir. Yəni buna 95 tələb deyil. Hə, 95 o yerdə tələbdir ki, ya yüksək təzyiqli, hansı ki cidai mühərriklər var. İstəyir bu 1.6 cidai olsun, istəyir 2 turbo cidai olsun. Normalda məsəl üçün bunlar 95-dir tələbi və eyni ilə hamımız bilirik ki, ili təzə yox, bu Çin avtomobillərinin 90% turbo mühərriklərdir də. Kamaz boyda Kuzuya 1.5 mühərrik, at gücü yuxarı, düzdür qardaş, bu turbo mühərriklərdir. Yəni bunların 92 ilə rahat işləməyi bir balaca qəliz məsələdir. Həm də ekonomidir, yəni bunu 92 vurmaq. Ondan əlavə, bir şey də deyim ki, hətta məsəl üçün Hyundai-ın, Kia-nın belə deyək də 14, 15, 16 bu modellərinin də çoxun. Mən məsəl üçün adam tanıyıram ki, F30'u 5 ildir 92 ilə sürür. Vaxtında BMW qrupla yağın dəyişir, BMW qrupla antifrizin dəyişir və 92 ilə sürür. Vəsə, qutardı getdi. Yəni burada məsələ həm avtomobilin özündən də asılıdır ki, o yanacağa olan həssasiyyət məsələsi var da. Məsəl üçün çox vaxt deyirlər ki, Chevroletlər daha həssasdır yanacağa. Amma təcrübədə mən Equinox'ları da, Cruze'ları da, Malibu'ları da cəmaət taksavatlıq eləyir onunla 92 nömrə. Hə, taksavatlıq eləyir, heç bir problem yaratmır. Amma bax, turbodur ha. Cruze da 1.4 turbodur, Malibu da 1.5 turbodur və ya 2 turbodur və yaxud da Equinox'un özü də. Amma 92 ilə sürülə bilər. Əsas məsələ avtomobilə doğru, düzgün qulluq eləmək, doğru tələb nədirsə o yağdan istifadə eləmək, bax Havolla ilə rahat istifadə edə bilərsiniz. Yanacaq doldurma məntəqəsinə gəlincə isə biz çox vaxt yanacaq doldurma məntəqəsinə yaxınlaşdığımız zaman orada da problemlər yaşayırıq. Çirkli yanacağın vurulmasına bağlı. Red Oil yanacaq doldurma məntəqəsi xidmətinizdədir. Oradan yaxınlaşıb 92, 95 oktanlı benzini, sonra dizeli avtomobilə vura bilərsiniz ki, sistem yenidir, təmizdir, çən təmizdir, filtrlər qaydasındadır. Eyni zamanda təmiz yanacağı avtomobilə vurmaqla da bonuslar qazana bilərsiniz. Red Oil yanacaq doldurma məntəqəsindən söhbət gedir ki, Xırdalan dairəsinin yaxınlığında bir filialdır, digər filial yerləşir Zabrat yolunun üzərində ki, buradan da bildirmiş olaq. Vaqif bəy yazır, salamlayır bizi, sağ olsun. Yazır ki, 99-un 4 gözlü 2 mühərriki mexanika həm də qazla neçəyə olar, heç bir problemi yoxdur, panorama lyuk. Panorama lyuk onun ən axırıncı Elə yazdığı kimi oxudum yəni. Ən axırıncı müsbət göstəricisidir. Panorama lyuk, 99-un 4 gözlü Mercedes-i, 2 mühərrik, mexanika, özü də qaz avadanlığı var üzərində. 6000 civarında satışıdır. 6000. İlərləyiş var Sərxanda. Yavaş-yavaş qaldı. Çoxalı var. Çoxalı və. Maksimumu da, maksimum 6000 civarıdır. Məndə Kareyka Cruze'lu 2014 1.4'dür. Hamı deyir ki, onlar 1.4 olmur. Olur. Koreyadan 1.4 turbo Cruze'lar gəlir.
Kia Forte 2 Dodge Maverick necə maşındır 2017-2018? Kia nə aldı? Forte 2 Dodge Maverick 2017-2018 Pis deyil, almaq olar. Gözəl, sadə motordur, mühərrikdir, sadə də Sadə sürətlər. korobkadır. Beskraska ustası bizi salamlayır. Salam, xoş gördük deyir. Xoş gördük. Sağ olun, Aleyküm minnətdarıq. salam. Və Kia Forte ilə bağlı da bu çox rahat, yəni ala bilərsiniz avtomobili və şərh bölməsində də yazıb mesajları bizə göndərə bilərsiniz. Eyni zamanda WhatsApp-ımız da aktivdir. 050 505 55 25 nömrəsinə mesajları yazıb göndərə bilərsiniz. 050 505 55 25 və yazıblar bizə WhatsApp-a. 67 78 yazır. Əlim yandı, çoxu problemdir yazır. Dostumuz aldı, adını çəkmək istəmirəm. Bir məşhur əlim yandı salondan. Özü də ancaq gecə alveridir. Bizdə gecə getdik 2 gün sonra mühərrikdə problemlər başladı. Satan salon yaxın durmadı. Mühərrik öz hesabına yığdırdı alan adam. Mən də bununla bağlı bunun üzərinə bir əlim yandı ilə bağlı bir səhifə var. Aktivliyi çoxdur. Doğrudan adam paylaşır. Neçə min baxış gəlir. Minimum 10 mindən yuxarı rahat baxışı var da həmin səhifənin. Bir dostum deyir ki, getdim avtomobilə baxdım, avtomobilim çox pis vəziyyətdə idi. Yəni çox problemli avtomobil çıxartmışdılar satışa. Yəni belə əslində düşüncə var da. Məsələn, əlim yandı avtomobillərin qiyməti çox aşağı olur. Deməli o avtomobillərin problemləri çoxdur deyir. İndi Sərxan bu işə daha yaxın olduğunu Mən bu işi görərək, vaxtı ikən bir dəfə yadımıza gəlir ki, sizdə radioda çəkiliş elədik ki, mən orada səsləndirdim ki, aşağı qiymətlə bizdəki, hətta bizdə belə satışa çıxan avtomobilləri əldə etmək istəyərkən, sizin avtomobildən anlaşınız yoxdursa, gecə gedməyin o avtomobildə. Getməyin. Mənim də yanıma gələndə deyirəm, maşından anlayışın yoxdursa, bilmirsənsə, gecə gəlib məndən maşın almaq məcburiyyətində deyilsən. Yəni ustan varsa tanış, bildiyin adam varsa götür yanında get bax və yaxud da ki səbr elə səhəri. Məni güllə barana tutdular ha, güllə vur. Biri belə, biri mənə yazdılar. Bu sözü demək mənim hətta öz bazarıma təsir göstərir ki, Bəli. mənim hətta bazarıma təsir göstərir ki, mən də bu işi görürəm, düzdür? Ola bilər mənim bazarımda zəiflik olsun, müştərilər artıq şübhə yanaşsın, filan 5000 kəs mənə də təsir. Amma reallıq budur ki, qardaş mənim yanıma gəldi müştəri ki, deyirəm qardaş yoxlad, al. Sabah maşındır, dəmir parçası, çox şey ola bilər. Bildiniz necə? Yəni müştəri də elə müştəri var ki, alıb satan şəxsdir. Buna ehtiyac yoxdur ustaya. Bu ustaya bəlkə də aparır yanında, ustaya maşın satır. Bildiniz necə? Yəni bu usta bunu gəlib deməyə ehtiyacı yoxdur ki, bu adam bilir, xoda saldı, sürdü elədi, baxır görür nədir, nə deyil, bilir ki, maşın vəziyyəti nədir. Yəni bunu mən həmişə səsləndirmişəm. Özümdə olsa belə hətta deyirəm ki, maşındır yanımıza gəlir. Yəni gün çox olan rastımıza çıxır. Məsəl üçün gəlib ki, baxırsan ki, vini silinib. Vinə biz axırdan axıra baxırıq ki, vini nədir? İlk növbədə özümüz avtomobilə baxış keçirdirik. Həm maşına baxmışam ki, suda batıb. Deyirəm qardaş, suda batmağa qeyd olunacaq. Müştəri müraciət edəndə, maraqlananda, gələndə deyəcək ki, maşın suda batıb. Yox, sən suda batmanı demə. Deyirəm niyə? Sonra mənim maşınım satılmasa necə olacaq? Hə. Satılmasa deyirəm onda mən necə çəkim bunu? Baxmışam ki, artıq digər səhifələrdə satışdadır bu avtomobil. Satılır. Orada demirlər hə, suda batmış halını. Elnur bəy, Sərxan fikrinə necə deyim, deyir o. Dəstək olaraq. Dəstək olaraq demək istəyirəm ki, bax 10 illik təcrübəmiz var. Bəli. Mən indiyənə qədər gecə avtomobil almamışam. Mən gecə almışam. Mən almamışam. Niyə almamısan? Elə bax bu tipdə Sən məsələlər. Yox. Mənim anlayışım var. O başqa bir məsələdir. Mənim anlayışımdan 5 qat daha çox anlayışı olan belə deyək şəriklərim var yanımda, amma gecə avtomobil ümumiyyətlə almazlar. Elə şeylər var ki, gecə seçilir. Hə. Düz, ona Yəni razıyam. bilmirsən bunu. Nəyə görə? Amma belə bir söz də var, axşam bazarıdırsa qiymət aşağı olur. Yox, o Elə baxırdı. o bilirsən, o Sərxana belə necə deyək, sərf edən bir məsələ ola bilər. Niyə? Adam işi həmin istiqamətdədir də. Çəkir, paylaşır. Burada məsələ o demək deyil. O kimsə yazıb getdim belə oldu, elə oldu. O demək deyil bu. Həmişə elə olur və yaxud da Sərxanda da elədir. Yenə deyirəm, o da salon işlədir, mən də salon işlədirəm. O başqa bir aspektdədir, mən başqa bir aspektdəyəm. Sərxanın yanında da bir özü qeyd elədi də, pul lazımdır. Gəlir kimsə, gecə ilə gəlir. Normal avtomobildir. Ola bilər Sərxanın əlində özünün pulu olsa, özü alar o avtomobili. Pulu yoxdur, kiməsə qismət olur. Sərxan deyənə 500 manatın qazanır orada. Mənim qazancım var. Bax, mənim qazancım var bu avtomobildə, düzdür? Mənim faktiki olaraq nə maşın gəlirsə orada qazancım var. Hə. Mənim o maşını paylaşmağım mənə daha çox gəlir gətirir. Nəinki bunu alıb mən atıb salonun bir kənarına satmağın sonra etapda. Hətta gözləməkdən daha çox xeyir gətirir. Bunu həmişə mən vurğulamışam. Niyə?
Bax mən bu avtomobili ucuz çıxardanda qardaş, mənə müraciətlərin sayı çoxalır inanın Müraciətlər Allaha. çoxalır. Mən burdan 2000 qazanacaqdımsa məsələn, Düz. saylar çoxalır. Mən daha çox məsələn belə deyək də, hər tərəfli olaraq mən qabağa düşürəm. Bildiniz necə? O avtomobilə gələn zəngləri İzləyicilər artır. Sərxan başqa bir avtomobilə yönləndirir. Yox, yönləndirmə söhbəti yoxdur. Yox, öz Yox, məsələsində o da yoxdur. Müştəri zəng etsə filan maşın qalıb, yox, qurtardı getdi. Ay başqası var, yox. Gözlü səbir, yönləndirmə söhbəti də yoxdur. Yönləndirmə başqa variantdır. Məndə nədir? Məndə maşın satıldı, müştəri müraciət edirlər, yazırlar mesaj bölümündə. TikTokda çox nadir hallarda, açıq deyim. Mən əsasən Facebookda, Instagramda bunlardandır. Müraciətlər və yaxud da WhatsApp nömrəm. Müraciət edir, qardaş, məndə də təcili maşın var, satmaq imkanı var, köməklik göstərə bilərsiniz. Gəl, səhəri. Bir dənə maşına görə 5 dənə maşın tuta bilirsən sən, bildiniz necə? Digər 5 dənə maşın elə o bir dənədən daha maşını da artırsan. Əlbəttə ki, özü gəlir. Özü müraciət edir. Maşın da baxır ki, qardaş, məndə də qalıb, mən də satmaq istəyirəm, təcili gətirin. Maşındır. Honda Accordlar idi. Honda Accord satılmayan maşın, ağır gedən maşındır. Mən Honda Accord satdım. Bax belə açığı deyim də, indi burada söhbət düşür deyim, gecə bazarı söhbətinə gətirim də. Honda Accord satdıq biz, Beskaska maşın idi. Şəmkirdən adam zəng elədi ki, dediyin kimi, dediyimdən artıqdır. Gəlib artığını görəcəksən. Bu adam Şəmkirdən çıxdı, gəldi Bakıya, maşına baxdı, maşında bir dənə nasazlıq tapa bilmədi. Yəni buna görə pul keç. Bazar qiymətindən də aşağı alır. Aldı maşını, apardı Şəmkirə. Baxdım ki, məndə alıb 19 min aldığı maşını 22.500-ə qoyub internetə və mənə zəng gəlib ki, o maşını oradan sil. Niyə sil? Yox, mən bəs sata bilməyəcəm axı. Dedim, sənin məndən başqa nəsə şikayətin var, məndən narazılığın var. Dediyim kimi çıxıb maşın, kraskası var maşın, deyir, yox, bu firə qədər bez kraskadır. Dedim, ay o, başqa məndən narazılığım var ki, silim. Mən bunu sən məndən almısan, şərti kəsilmir baxaramıza. O şərti də kəsirəm ha. Alverçi də belə alsa, video silinmir, video qalacaq orada. Bildin? Ondan sonra mən məsəl üçün getdim Xaçmazdan gecə ilə akkord aldım. Gecə idi, getdik baxdıq saat 2 idi Qubada, Xaçmazda. Qubalı idilər. Maşına baxdıq, elədik ora-bura. Hər tərəfli baxdıq. Qayıtdım ki, yəsinə ki, qardaş bunun nəyi var, nəyi yox. Qayıtdı ki, valla məndən yaxşı siz bilirsiniz. Belə yaxdan baxıram, belə mən alanda heç belə baxmamışdım. Yəni nəyi var? Baxdım, bu adamda heç nə pul keçirdi. Oturduq, çay içdik, Davernus yazılan müddətdə mənə qayıtdı ki, maşın nə vaxt satacaqsan? Mən heç vaxt yalan danışmamışam. Bazardan da maşın aldım. Demişəm sabah. Açıq aydın ki, sabah aparam satmağa. O belə. Doğrudan dedim mənə nə var ki? Səhəri gəldim, o maşını satdım. Anan adamı gəldi, apardılar, yoxladılar. Gördülər ki, həqiqətən də maşın ideal vəziyyətdədir. Bildiniz necə? Yəni belə olur. Gecə saat 3, 4, 5 neçə olursa problem deyil. Nömrəmiz var. Zəng eləsinlər. İndi efirin sonunda elə çox vaxt qalmıyor, amma bir maraqlı hadisələrdən də bir ikisini paylaşaq. İstəyirəm ki, izləyicilərə məlumat olsun, həm də biz onları kəsib paylaşacağıq da. Mənim xatırladığım nə var? Məsələn, Sərxanda bir paylaşım eləmişdi. Deyir belə bir alqı-satqı görmüsüz yoxsa yox. Bölgədən biri zəng eləmişdi. Sərxan onun danışsın ətraflı. Maşını gətir bura deyirdi. Nəsə belə bir şey var idi Sərxan. Deməli, Bərdədən idi yoxsa hardan idi ay Allah, Tərtərdən. O çox olub, elə zənglə. Sadəcə o bir dənə o biz çəkilişini elədik. Müştəri də zəng eləyib ki, salam əleykum, bəs filan rayondan zəng eləmişim. Dedim, mənə lap yaxşı, buyur qardaş, nədir? Danışdı. Bəs maşını gətirə bilərsən filan rayona? Dedim, elə qardaş, birdən almasan sən. Birdən almasan, bu təkrarlayır və fikirləşir. Almasam. Amma sən gətir bunu Bərdəyə deyil. Gətir bunu Bərdəyə, fikirləşir ki, birdən almasam. Mən 2 dəfə belə maşın çağırmışam. Gəliblər almışam ağa. Dedim, üçüncü mənəm də, belə çıxır. Yəni bundan məndən qabaq olub. Bir dəfə məsəl üçün Füzulidən bir zəng gəlir ki, həyətdə hinduşkalarım var qardaş. Gəl ginən hinduşkanın birini kəsəcəm sənə. Oturub kababın yeyəcək. Filan 5 milyon ya maşını alacağam, almasam da kabab yeyinə. Gəz istirahət edin. Kəsəb yeyib içmə. Qayıt da. Dedim, o səndən sonra qayıtdım. Yeyib səndən sonra dala qayıtmaq var. O boyda Füzulidən özə qayıt dala. Yəni belə hallar çox olur. Müştəri də zəng gəlir rayonlardan ki, bəs filan rayona sürüb gələ bilərsən. Zəng gəlir ki, yerimiz hardadır? Deyirəm Bakıda. Deyirəm hardan zəng eləmisən? Məsələndir, kəsin deyir Ucardan. Deyirəm qardaş, gözdən tutun oydu ki, Ucardadır yerimiz. Yəni fikirləşirin Ucardayıq. Yox, sağ ol. Belə hallar olur. Çox olur, maraqlı hallar çox olur. Alqı-satqı prosesi ümumiyyətlə Elnur bəy elə bir prosesdir ki, istər-istəməz gün ərzində insanlarla təmasda olursan, yəni insan faktoru olan yerdə də yəni mümkün deyil ki, nəsə maraqlı bir hadisələr olmasın. Üstəgəl əgər burada ticarət məsələsi varsa, maraqlar məsələsi varsa, yəni alan istəyir ucuz alsın, satan istəyir baha satsın. Yəni istənilən bir avtomobilin alqı-satqısında çox cüzi də olsa bir nəsə komik bir hadisələr baş verir. Amma müəyyən şeylər var ki, məsəl üçün o bizlər üçün xoş olmur. Düzdür, gülməlidir. Məsələn. Hə.
Ha məsəl üçün bax bu günləri bir nəfər zəng eləyib. Yəni bu zənglərlə biz dəfələrlə rastlaşmışıq ha. Aha. Salam əleykum deyirəm, əleykum salam. Qardaş filan maşın var sizdə. Deyirəm ki, bəli var. Hə. Bəs o neçədir? Deyirəm ki, filan qiymətə. Vəziyyəti necədir? Deyirəm ki, bəs belədir, belədir, belədir. Hə, onun bir dənə yəhsin nömrəsini verə bilərsiniz, danışaq. Görək nədir? Dedim, hə, niyə vermirəm? Verərəm. Şərkimin nömrəsini verdim buna. Hə, aha. Hə. Yaz əmi. 055. Falan. Hə, gör mənə nədir? Deyir, narahat olma. Sənin də hörmətvəm eləyəcək. Görəsən ondan biraz ucuz ala bilərəm bunu. Hə, dedim, yığ danış. Yığ danış gör nədir? Hə. Şərkim zaten yanımdadır da. Yəni adam burdan bura zəng eləyir təzədən. Məndə də olur o, deyirdim. Yəni məsələ bilirsiniz nədir? Və yaxud da bax dəfələrlə olub ki, zəng vururlar ki, qardaş əlim yandı da nəyim var? Ha, əlim yandı da nəsə olsa özüm alaram da. Sənə niyə verim ki mən bunu? Yəni o zəng eləyəndə nəzərə alın ki, Şərikə zəng elədi, nə oldu onun axırı? danışdılar. Hələ də danışırlar bəlkə də. Yox, məndə bir dənə elə oldu. Siyavuşun nömrəsini verdim. dedim yaz nömrəni, yaz. Dedim bax dayı, nömrəni verirəm. Birdən deyərsən salondan qıraqda iş görək. Baba, elə şey olma. Yo, bacı oğlum narahat olma. Necə var eləsin. Amma zəng eləyib şey eləyənlər olur. Kulağımda işləşdi ya. Hə, demək istəyirəm ki, zəhmət olmasa o şeyləri nəzərə alsınlar. Və biz avtosalonu indi məsəl üçün deyirəm, Sərxana kiminsə bəlkə də onu zəng vurub deməyi hardasa Sərxan zaten özü də bilir ki, bu kimindirsə. Hə. Zaten Sərxan onu verəsi deyil. Nə olsun ki, kimindir? İnsan belə pis. Yox, indi bura qədər biz gəlib çıxmışıq. Yəni bu variantları biz illər öncə görmüşəm. İndi gəlsən ki, bu təkrarlanır. Yəni Sərxan belə verməz. O ki qaldısa məsəl üçün biz avtosalon olaraq yəni mən sən qarşındakı insanı nə hesab eləyirsən ki, yəni o təklifi eləyirsən ona ki, hə bunun yəsinin nömrəsini ver. Bəs mən burada nə oturmuşam? Mənim işimin adı nədir qardaş? Və çox xahiş edirəm ki, bax o şeylərə diqqət eləsinlər ki, yəni ticari olaraq qeyri-etik bir şeydir ən azından. Ticari olaraq çox qeyri-etik bir şeydir. Hə normal şəkildə qardaş zəngi verəndə ucuz olacaq, bax olacaq, razılaşacaq, razılaşmayacaq. Bu işin başqa tərəfidir. Amma ver yəsin, avtosalona zəng vurub deyirsən ki, ver yəsin nömrəsini danışım. Yəni sadəcə olaraq biz bu şeylərə sən necə Ömür bəy gülüb keçirik ki, qanımızı qaraltmayaq. O GL məsələsi. Onu da danış sizdən yekunlaşdıraq. GL məsələsi Ömür. GL elə bir avtomobildir ki, normalda bəlkə də belə pis çıxmasın. Hər hansı bir kişi xeylağı 10 il maşın sürər. Bir dəfə GL sürməz. Ümumiyyətlə GL haqqında məlumatı olmaz. Nə olar ki? Biri Elantra sürür, Optima sürür, nə bilim, biri falan şey sürür. Günlərin birində bir GL-imiz var. Bir müştərimiz gəldi. Yalan olmasın, 2-3 gün gəldi, getdi. Bir gün maşına nə bilim özü baxdı, bir gün dostları baxdı, bir gün səhəri gün gəldi ki, bəs götürək gedək üstüyə. Mən qərarımı konkret vermişəm. Səxan maşını götürdük, getdi üstüyə. Maşın da çox ideal vəziyyətdədir. Maşın yoxlanışdan da əla keçdi. Təzədən gəldilər salona. Gəldilər salona, orada nə bir 300-500 manat məsələsi var idi. Onu da razılaşdıq, halallaşdıq qardaşla. Dedi gedək maşını saxlayaq həyətdə. Mən də çıxım evdən pulu götürüm, verim sizə, halallaşaq. Qardaş çıxdı evdən pulu götürməyə. Düşdü. İndi valideyndir, başa düşürəm. İndi qadın da anasıdır. İndi xanımın da var da bir 65 yaşı, bəlkə də 70 yaşı. Xala düşdü belə CL qıraqdan baxdı, qayıtdı ki, valla CL alma, bunlar problemli olur. Hə, belə baxdıq biz. Və indi bu maşını almaq istəyən şəxsdə yəni az yaşı yoxdur, Sərxan bir 45 yaşı var bunun. Gəldi dedi ki, qaqa, anam qoymur. Nə deyəsən? Yəni qoymur da, fakt başa düşürsən. Yəni məsələ o da deyil. Məsələ 65-70 yaşında bir qadının düzgün qərar verməz. Rəy bildirə bilməz. Qardaş, rəy bildirə bilməz. Amma düz deyib də GL problem başında. Yox, əslində. Belə biraz düzə yaxındır. Halaldır vallahi, xanım yəni, halal. çox elə maraqlı şeylər. Beh almışıq. Böyüklərimizin əllərindən öpürük hamısını. Yenur, olub ki, maşını bu günləri danışmışıq. Beh almışıq. Bizə deyiblər ki, oşum, səhər gəlin, filan kənddə, oşum, filan yerə konum atıblar. Konumla getmişik adamların qapısının ağzına. Gəlmişik ki, bəs asaq qal. Qapını döymüşük, bəs bir dənə qadın çıxıb söylə. Demişik ki, bəs xala, dünənlər danışmışıq. Maşın da həyətdə də, bəs dünən danışmışıq, maşına beh vermişik də. Bəs asaq qal çağır gəlsin. Deyib, asaq qal kimdir? Deyib, maşın mənimdir, satmıram.
Yəni bu şeylərlə rastlaşmışıq. Şu qardaş satmırıq deyir maşını. Evdə mənim sözüm keçir də yəni. Hə, bəs Behzad deyir, Behzad deyir, mənə beh vermisən sən deyir. Nə beh? Beh nədir? Beh də batıb orada. Hə, beh nədir? Kişiyə də zəng vurur, kişi telefonu götürmür. Neyniyəsən? Durub indi qadın xeyla ilə dalaşasın. Çox olur, bizdə də elə şeylər olur. Bizdə daha çox olur. Bizdə indi elə qiymətlərlə elə maşınlar çıxır ki, belə deyək də biraz kobudçusudur, kontingent məsələsi var da. Yəni bu öz rolunu göstərir. Bütün maşınlarda elə maşınlar qoyursan ki, baxırsan ki, elə müştərilər gəlir, deyirsən, ay Allah, bunlarla indi gəl, vuruş, əlləş, güləş, nə bilim, zənglər var. Bizdə zənglər gələndə bir necədir? Bax, məsəl üçün mənə zəng gəldi, tutalım da, mənim telefonum, iş telefonum indi oradadır, ortadadır, düzdür. Baxıram ki, bu telefon atdı onun üstünə, o atdı onun üstünə, bu bunun üstünə, axırda biri yesi bastı, verdi bunu ki, danış, o belə. O belə, telefona cavab vermə elə gedir. Yəni, o qədər zənglər çox olur ki, günə yoxsa bir 100-200 dənə zənglər İndi gedir. müştərilərlə də danışırdıq, düzdür, amma çox problem yaradan alversilər də var. Onu da qeyd eləyək. Var. O keçən dəfə də onu vurğuluyurdu keçən efirimizdəki alversilərdən qorxub çəkinənlər var. Təbii ki, bu da elə bir haldır ki, alversilər özləri bəzi dırnaqarası, yəni bu işə görən şəxslər, problem yaradan şəxslər özləri istər-istəməz bu halı yaşadıblar ki, cəmaata, ona görə də alversilərdən qorxub çəkinənlər var. Bax, məsələ bilirsiniz nədir? Bu günləri Sərxan tam rahatlıqla gəlib burada oturursa, mən tam rahatlıqla, yəni avtosalon adından, hətta heç özümü qoyuram bura, avtosalon adından gəlib burada otururamsa, mən burada canlıdayam, sən orada canlıdasan. Bu çəkiliş gedəcək, belə pismasın, paylaşılacaq bütün sosial şəbəkələrdə. Yəni biz öz gördüyümüz işdən arxayınıq. Həm insan olaraq, həm nə bilim vicdani cəhətdən istənilən vəziyyətdə yenə deyirik. Biz mükəmməl ola bilmərik. Biz yəni ideal ola bilmərik. Təbii ki, müəyyən force major hallar var ki, bizim işimizdə də olub, olacaq. Amma burada məsələ bir var bilərəkdən hansısa bir ticarətdə o səhvi eləyəsən, bir də var ki, yenə deyirəm, o bilməyərəkdən. Və biz bu günlər alın açıqlığı ilə şükür Allaha 10 ildir, mən bir 15 ildir Sərxan bu işi görürük. Öz hətta bizim təkrar müştərilərimiz var. Özümüzə uyğun bir bazamız var ki, mən bu günlər o paylaşımları etməsəm belə, nə bilim, turbaza elan qoymasaq belə, yenə də öz ticarətimizdəyik, öz alverimizdəyik və bizi o tanıyan şəxslər, kütləmiz, alıcı kütləmiz ki var, onların hesabına belə və biz onu eləyəcəyik. Və tam arxayınlıqla da niyə danışa bilirik? Qardaş, bax, 80 minlik səhifəm var. Gir, istənilən bir avtomobilin altındakı rəyləri oxu. Şükür Allah ki, orada bir dənə mənfi rəy ola bilməz. Gördüyümüz işlə bağlı. Hər hansı bir avtomobillə bağlı kimin nə fikri var zaten yazır. Məsələn, o günlər bir dənə Tiana paylaşmışam. Elə bir rəylər yazıblar ki, belə oxunası deyil də, başa düşürsən. Hansı ki, bunu 30 nəfər sürən adam Tianasının şəklini atır ki, qardaş, 5 ildir sürürəm, 7 ildir sürürəm, 3 ildir sürürəm, filan qədər yanacaq işlədir, nə bilim, komfortu budur, filan şey budur. Onun roluna oturmayanlar ora ağzına gələnə yazırlar. O bizim üçün maraqsızdır. Amma əsas məsələ gördüyümüz işlə bağlı şükür Allaha ki, belə deyək, heç kim nə qeyri-etik bir ifadə işlətmir, nə də ki, artıq bir sözdür. Dəyərli dostlar, təhlükəsizlik qaydalarına inanıram ki, riayət edirsiniz. Baxın, yanğın söndürmə balonu avtomobilinizdə var, yoxsa yoxdur bilmirəm, amma bizim sizə təklifimiz var. Yoxdursa almaq lazımdır. Nanofire yanğın söndürmə balonları belə bir balondur. Bor tərkibli nano texnologiyasından hazırlanan yanğın söndürmə balonundan söhbət gedir ki, tez bir zamanda effektiv reaksiya verir və o yanğını da tez bir zamanda söndürə bilərsiniz ki, bir diqqətinizdə olsun. Nanofire yanğın söndürmə balonundan söhbət gedir. Dəyərli dostlar, biz yavaş-yavaş efiri yekunlaşdıraq. Sərxana baxıram. Mən Nanofire-da Sərxan belə baxır ki, bu nə eləyir? Sərxan, çox sağ ol, minnətdarım. Sağ olun. Dəvətimizə görə də, yəni bizi həqiqətən də, yəni bu sahə üzrə Azərbaycanda o qədər bu işi görən insanlar var ki, yəni bu qədər insanın içindən seçilib, sayılıb, belə deyək də, dəvət etməyimiz bizim üçün böyük bir şeydir ki, yəni bu özü bir nailiyyətdir ki, biz nailiyyətə belə deyək də, gəlib yüksəlmişik, bu yerə çatmışıq. Həqiqətən də bizim komanda ilə mən özüm sizi sağlam iş görən, bayaq Özal da qeyd edir. Sağlam iş görən şəxslər kimi tanıyırıq deyə biz də istəmərik ki, adımıza bir ləkə gəlsin. Sonra sabahsı gün bizə deməsinlər ki, elə adamlar çağırmısınız ki, problemli adamlardır. Deməli biz də problemli adamlarıq. Çünki deyir dostunu göstər, deyim də sən kimsən. Təbii ki, biz dostlaşmışıqsa, işə də sağlam başlamışıqsa, sağlam adamları da ətrafımıza toplamalıyıq istərsənməz. Sərxan, çox sağ ol. Minnətdarıq. Özal, təşəkkürlər sənə. Çox sağ olun Nur bəy. Mən də bir daha komandamıza, şəxsən sizin özünüzə böyük dərin minnətdarlığımı bildirirəm. Sərxanın sözünə qüvvət, həqiqətən də yəni bu işlə məşğul olan bugünkü gün Azərbaycanda saysız, hesabsız insanlar var.
bizi dəyərləndirdiyiniz üçün, qiymət verdiyiniz üçün yenə təşəkkür edirik. Hər Sağ olun. zaman nə vaxt lazım olsa biz də çalışacağıq ki, izləyicilərimizə, dinləyicilərimizə ən azından hər hansı bir nüansda köməklik göstərək. Təşəkkürlər. İnşallah Çox ki, sağ bir daha da görüşəcəyik. Dəyərli dostlar, bizdən isə bu günlük bu qədər. Gəlin efirdə görüşmək ümidi ilə. Sağ olun.